cavabınızı verin, izah edəcəm. Deməli, suallarda razılaşmadığınız yerlər və s. olsa, deyərsiniz. Çünki bir adam tərəfindən yazılanda istər-istəməz hər şey ola bilər də. Razılaş. Hı? Ya Allahın adı deyim. İşləyək. Bizdən tələb olunan nədir? Bunu belə eləyim, gözüm kör olmasın. Deyir ki, cədvəl redaktorunda webin xanasındakı düstur, görüntü olmayanda falan deyirsiniz. Düstur, webin D4 diapazonundakı bütün xanalara köçürülmüşdür. Diapazon daxilindəki ən böyük dəyər hansı xanada olacaq? Ümumiyyətlə, bunu nəzərə almırıq, o ayrı. Yəni, biz diapazonda ancaq belə deyək, hesabi dəyərlərin üstünə iş görürük. Burada bunu götürəcəyik və boş xanalardakı, belə deyək, diapazon daxilində boş xana ümumiyyətcə bilirsiniz ki, içərisində dəyər yoxdur da. Bu sıfır demək deyil, uşaqlar, sadəcə dəyər yoxdur. Yəni, kimsə boş xana sıfırdır desə düzgün deyil. Tamam. İndi average falan eləyəndə, məsələn, ədəd ortanı və s. hesablayanda onu sıfır kimi qəbul eləmirsiniz. Məsəl üçün, yəni, sıfır üstə gəlmiş 2-nin ədəd ortası sizdə 1 eləyir. Amma xana boşdursa da sadəcə bir dənə xananız var, ədəd ortası 2-dir. Buradan belə baxanda gözlə görülən bir dənə detal var, o da nədir? Onsuz da burada bu cəm saxlanılacaqsa, aşağı düşdüysə cəm aşağı düşür. Sonra mən burada yenidən buradakı cəmi saxlayacağamsa, deməli, həmişə mənim birinci sətrimdə ən böyük dəyər saxlanılacaq. Bir hamısını hesablaya da bilərsiniz, fərq eləmir. Və sağa doğru getdikcə bu dəyər arta-arta gedir. Onda belə çıxır ki, mənim ən böyük dəyərim onsuz da D1-dədir. Yəni, sual getdi. Neçə dəqiqə qutara biləcəyik bilmirəm, elə izahla deyirəm mən. Deyir ki, ədədi ilə bir dəqiqə bağlı məlumdur. Bizdən tələb olunan nədir? Boş yer az saxlamışam, məncə yetəcək deyə saxlamadım. Olsun. Deyir ki, A mürəkkəb ədəddir. Onda belə çıxır ki, A ola bilər 6 və 4. D-nə sadə nə mürəkkəb ədəddir, ola bilər 0 və 1. CD-nin rəqəminin mislidir. CD-nin misli isə 0-ın misli burada ola bilməz, avtomatik 1-in mislidir. Və deyir ki, x natural ədəd üçün mümkün ən böyük qiymət. Mümkün ən böyük qiymət bizdə 5 və 4 olacaq burada. 16-lıq sayı sistemində yazılışına gətirməliyik. Deməli, bunu açanda bizdə nə əmələ gəlirdi onsuz da? 6-dır, B-nin yerində 4 var, C-nin yerində bizdə 5 var, D-nin yerində 1 var. 8-likdən açanda burada eləyəcək 1, 0, 0, 2-liyə açıram. 5-i açanda 1, 0, 1, 4-ü açanda 0, 0, 1, bir də 6-nı açanda olacaq 0, 1, 1. Bunu da açdıq. Bizə onsuz-dakı lazımdır. 16-lıqda tək ədəd olsun. Bu təkdir, bu da eləyir 9. Buradan belə baxsaq, bu cüt eləyəcək, bu lazım deyil. Bu da bizdə eləyəcək 13. Deyir ki, 16-lıqdakı tək rəqəmlərinin cəmini 8-lik qarşılığını tapın. Bu da 16, burada da bizdə bir dəqiqə 6 qalır. Deməli olacaq 26. Düzdür? Bitdi, getdi. Gəldik bura. Burada siz problem nədir? Kommutasiyalı bağlantının biz nə olduğunu bilməliyik. Dial-up yazılmış deyə kitabda yadımıza düşür. Yəni, belə bir şeydir. Maraqlı da sizinlə qalanda. Danışmaq istəyənsə rahat danışaq. Bəziləri uşaqlar soruşurlar ki, imtahana düşərmi belə bir şey? Niyə düşməsin ki? Nəzərə əsaslı gözəl də bir dənə sualdır. İndi, kommutasiyalı bağlantı bizdə nə qədərdir onun sürəti? Onu yadımıza salaq. 56 kilobit bölünmüş saniyə. Banıtca yadındadır, sənə deyirdim ki, əslinə qalanda bizdə bu kilo dediyimiz şeylərin hamısı min deməkdir. Yəni, bütün standartlarda elə gedir. Nətəsilə dimin kitablarında, dərslikdə falan bu kilonu 200 ton kimi açıblar. Qəribə bir situasiya var. İndi, bizdə burada işlətdiyimiz nə olacaq? Birinci onu başlamaya çalışaq. İlk kommutasiyalı bağlantı ilə ölçüsü olan fayl və həmin faylı sıxışdırmaqla əhəmiyyətləşdirilmiş fayl göndərilir. Ötürmə vaxtının ilk yarısında maksimal sürətlə, digər yarısında ilk yarıya nisbətən yarı sürətlə davam edir. Etdiyi məlumdur. Bu faylların ötürülməsi üçün ən azı neçə saniyə tələb olunur. Nəzəri cəhətdən maksimal sürətlə ötürmənin mümkünlüyünü qəbul edin. İndi, burada əgər 56 ilə gedirsə, bizim t bölünmüş 2 vaxtımızda bu 56 ilə gedir. Tamam mı? O biri bizdə t bölünmüş 2 vaxtımızda yarı sürəti ilə bizdə 28 ilə gedir. Belə təsəvvür eləməyə çalışaq. Onda burada aldığımız maraqlı bir dənə detal var ki, t bölünmüş 2 vurulmuş, 28-i mötərizə xərcdən çıxardacam burada. 28 olmuş 3 eləyir. Razıyıq da burayla. Düzdür? Bu da kilobitlə də, onu da yadda saxlayın. O bərabər olmalıdır. Bizdə bu 210-un üstünə həm bunun özünü göndərmişəm və deyir. Və bunun bir də 210 vurulmuş. Bizdə onsuz da ki, burada nədir? 40% sıxışdırılanda 60% qalır. Yəni 1.6 vəziyyətini göndərirəm. 1.6 vurulmuş 210. Bizdə bu megadır. Buradakı isə kilodur. O zaman olacaq 2 üstündə 10.
Burada da vurulmuş 8 bit yazıram. Yavaş-yavaş gedək. Hələ. Bir şey başa düşməyə çalışaq. Burada nə var? Bu sıfırla bunu aparaq. Yəni bu getsin. Düzdürmü? O sıfırla o getsin. Bununla bu gedəndə 14 qalır. Bunun 7-si burayla getsin. Burada da bir 8-im qalsın. Bu da 21 aparsın. Yəni ümumiyyətcə T-də bizdə nə qalacaq? 2 üstündə 3, 6, 16. O da 65536 A variantı. Sualı olan var? Sual soruşmaq istəyirsə soruşarsınız, problemdir. Əli, salam qaqa. Bura qədər səhvim var. Mən yazmışam ki, səhvim də ola. Görüm, sənin səsi aktiv saxlamışam. Yox, aktiv. Burada məncə hələ ki çətin sual yoxdur. Bir dənə orada kommutasiyanın olduğunu bilmək lazımdır. Neçə dəqiqə davam edəcəm, onu da bilməməliyəm. Python ilə yazılmış proqramın icrası zamanı klaviaturda 65 dəyəri daxil edildikdə. Bu arada mən sualları bu ardıcılıqla eləməzdim, özümü tək eləsəydim, onu deyim. Məsələn, imtahanda olsam birinci ən axırıncı üçündən girişərdim. Hələ ki o cavabları yoxlama xəttinə girirəm. 3 vahid artır. Deməli, bizə bu vahid artırmalar lazımdır. 65 varsa, yəni birinci el 65 girişi ilə, yəni 4-dən fərqli olduğuna görə gedəcək. Onsuz da bir şeyə fikir verin. 2-yə bölünmələr gəlir deyə, 2-yə bölünmələr. Tək ədədin üstünə 3 gəlməyinə ya 1-ə düşməlidir, bu 1 olmalıdır nətərsə də. Ya da ki, onsuz da müsbətdən başlamışıq deyə 1 olma ehtimalı yoxdur cəmlənə. Onda belə çıxır ki, onsuz da 2-dən gələcək. 2-nin qüvvətini tapsaq orada dayanarıq. 2-nin qüvvətlərində belə gedib, onsuz da ki 4-ə gəlib çıxacaq da istər-istəməz. Deməli, bu 3-dən artanda 68 olur, düzdürmü? Cütlü deyə yarıya böləcək, 34 olacaq. Cütlü deyə yarıya böləcək. Düz getmədim o bunu. Bir dəqiqə. Bu tək idi, 68 oldu. 68-in yarısı 34 eləyir də, düz dedim. 34-ün təzədən yarısı bizdə cütlü deyə gələcək 17-yə. 17-nin 2 vahid artacaq, biz eləyəcək 20, 17-də artacaq. Sonra bir yarıya bölünəcək, yenə 10 olacaq. Yenə yarıya bölünəcək bizdə. 5 olacaq. 5-də bir dənə də artacaq. 8 eləyəcək, bunun sonrasına getmirik. Avtomatik olaraq cavab 3-dür. Asan sual. Davamına gəlir. HTML kod fraqmentinə sızan baxılmış visitor istinad linkdir. Bizdə olacaq bura. Rəng yoxdur, qaradır. FFFFF 6 dənə F olsa bizdə ağ deməkdir. Yəni bütün rənglər tam doldu. Deyir ki, kompüterin standart klaviaturasında neçə klaviş olur? 104 klaviş. Yəni standart deyilən klaviatura elədir. İndi bura gəlib çıxaq. Burada biraz özümüzə boş yer açaq. Deyir, cədvəl redaktorunda əsasında diaqram qurulmuşdur. Diaqrama əsasən A1 xanasının dəyərini müəyyən edin. Onda A1-ə əgər x demiş olsam, yalnız A1-in işləndiyi yerlərə baxa biləcəm, çünki dəyər yoxdur. A1-in yalnız işləndiyi yer bizdə S2-dir. S2 bizdə avtomatik olur 3x. S2-nin 3x olduğunu tapdıq, gözəl. İndi, onda belə çıxır ki, əslində nə edə bilərik? Biz x tapa bilərik burada. A1 S2 burada 4x-im var. Bu 4x-dir buradakı. Bir də ki, üz-üstə. Saat əqrəb istiqamətində götürürsünüz, buradakı 4x-dir. Onu ötəri götürəcəksiniz, yəni deyirəm ki, məsələn, burada ox istiqaməti kimi götürün. Bu da həmin ox istiqamətidir. Bir uzlaşma yaşayır. Məsələn, buradakı yuxarıdan aşağı da olmuş olsaydı, birincisinə. Burada 4x var, buradakı da bizdə 3x-dir. Tamam, 4x var, 3x var. Yavaş-yavaş gedək. Buradan nəsə tapa bilərikmi? Bir dəqiqə fikirləşim. Əgər çıxsaq, bizdə qalacaq neçə? 14%. 14%-ımız bizim olacaq x. Onda belə çıxır ki, mənim 14%-ım x-ə bərabərdir. Yəni, burada 4x var, burada da 3x var. Bundan bunu çıxanda 14%-im x-ə bərabərdir. Onda 4x-dən bunu 4-ə vuranda 56 eləyir, 3-ə vuranda bu eləyir. Yox, bir şey çıxmadı oradan. Davam edirik. Sınaya gelsin. Deməli, A1 ilə C2-dən istifadə eləməklə gelirik də biz. A1, C2-nin işləndiyi başqa hansı xana var ki? Məsələn, burada C1 var bilmirəm, burada B1 var bilmirəm. A1, C2. A1, C2. A2-ni də tapmışıq. A1, C2, biz A2-ni də tapmışıq da əslində. A2 bərabər 4x-dir. A2-nin işləndiyi xana bizdə B1-də var. B1 bərabərdir bizdə 4x bölünmüş 7-dir. Onu da tapdıq. İndi bunların işləndiyi xanalardan buranı bilirəm də artıq. A2-nin B1-i bilirəm. Məndə C2-yə ehtiyac yoxdur. Onda B2-yə düşək. Çünki buradan biz çıxardacağıq onda belə çıxır cavabı.
aşağıdakı 3 dənəni tapmışıq da ona görə deyirəm. Onda bizdə tələb olunan nədir? C1 bizdə 3x-dir. 3x buradadır. C1-im bir dəqiqə. C1-i tapmamışam. Yox, C1-i tapmamışam. Onda C1-ə qayıdırıq hələ. Deməli bizdə olacaq C1 bərabərdir. A2 məndə nə idi? 4x çıxılmış. Burada eləyəcək 14. Yəni B1-im mənim buydu. Bir dəqiqə. 8x bölünmüş 7. Oradan da bizdə alınacaqdı nə? Belə mi saxlayaq bunu hələ ki? Onda olacaq 20x bölünmüş 7. Bu 28x idi də. Onda məndə B2 xanasını da tapa bilərəm. B2 xanasındakı dəyərimiz belə olacaq. Mənə deyir ki, C1-imin, yəni 20x bölünmüş 7-min B1-in 5 qatına, B1-in 5 qatı da eləcək 20x bölünmüş 7. Bu bərabərdir 1-ə. Mənim 2%-ım əgər ki 1-ə ekvivalentdirsə, deməli 14%-ım da 7-yə ekvivalentdir. Cavabı tapıram. Fərqli suallarla da yanaşa bilərsiniz, o da problem yoxdur. Kiminsə əlavəsi və ya sual olsa qeyd elə, problem deyil. Və hansıncı sualaydı? Neçə dəqiqə getmişik? Neçə? 10 dəqiqə, təxmini neçənci sualdayıq? 8-ci sualdayıq. Söhbət eləyilə gedirik. Bura baxırıq. Burada stringlərin müqayisəsidir. Başdan yoxlayır. Məsələn, ədəd kimi deyil. 123-ü yoxlamaq istəsəz 23-dən ədəd kimi sağdan yoxlayır bunu. Boş yerə 0 atır. Burada birinci simvolları yoxlaya gedir. Amma stringlərdə soldan onları yoxlaya gedir. Avtomatik olaraq bayaqdan böyük olduğuna görə bura girmir. Və A, onsuz da bura da girsəydi, bu dəyər almayacaqdı. Bura girməyəcək. Burada onların cəmi olacaq da 1, 2, 3, 2, 3. Yəni sıfırlara baxmadan getməyə çalışın. 1, 2, 3 onsuz da bu deyil. 1, 2, 3, 2, 3 C variantı düz gəlir. Yəni buradan da baxa bilərsiniz ki, 1, 2, 3, burada 1 yoxdur, bu getdi. 1, 2, 3, burada da 1 yoxdur, bu da getdi. Burada onsuz da ümumiyyətcə aidiyyəti yoxdur. Rahat suallar. Word mətninə save as bizdə ümumiyyətcə fayldadır. Gəldik bura. Bu da rahat sualdır. 7 üstə gəlmiş 6. X-in 7-dən böyük olduğunu bilirik bu arada. Mod X-i bizdə eləyib 2. Onun üçün nəyə qalıq 2 eləyir? 11-ə. Variantlardan da rahat çıxır. Bura gəldik. Deyir ki, Python ilə yazılmış proqramın nəticəsini müəyyən edin. Maraqlıdır. Python ilə yazılmış proqramın nəticəsini müəyyən edin. Bizdə nə lazımdır burada, onu fikirləşək. C-nin özü lendədir deyə bunların hamısını len kimi götürək, ondan sonra gedək. Nə sual olan var? Müəllim, onu nə eləyəcəksiniz? Anlamadım. Neçənci sual? 10-cu sual. Qızım, onsuz da səndə bu qalıqlandır da. Məsələn, 7-nin üstünə 6-nı gələndə bir sən 3 yazırsan bura. Bəli. Deyirsən 13 eləyir deyə yazmırsan. 13-ün 10-a qalıq 3 eləyib deyə bura yazırsan. Burada ki 13-ün tam hissəsini ötürmüsən deyə yazırsan. İfadə eləyə bilirəm? Hə, bəli. Səndə 7-nin üstünə 6-nı gələndə sənin əsasın x-dir. 2 yazmısan. 13-ün nəyə qalıq 2-dir? 11-ə. Bitdi. Çox sağ ol. Boş. İndi burada bizdə nə var? Python ilə yazılmış proqramın nəticəsini tapın. Mənim dünənki canlıma baxsaydın, məsələn 4-cü gün canlısı var idi bizdə YouTube-da. Onu tapsan orada daha geniş izah eləmişəm. Başa düşəsən, toplamada, çıxmada, vurmasına, bölməsinə falan hamısını geniş izah eləmişəm. O videoya baxa bilərsən. Çünki bunu açsan kubik tənlikdir. 0, 1, 2, 3. Ya Allah da hesabladı orada. Burada nə etməliyəm? Birinci onu başa düşməyə çalışaq. Bunun 5-incisi 0, 1, 2, 3, 4, 5. 5-incisi listi, listin içindəki elementi istəyir. Bunun özünün 0-cı indeksdəki budur. Bunun hamısını lendə istifadə edəcəm deyə artıq uzunluqla baxıram. Buna 3 kimi baxacam. Vurulmuş A1-də də budur. 1, 2, 3, 4 ədədinə vurmuşam. Sonra həmin B-nin üstünə, yəni bu dəyərin üstünə A3 gəlib. A3 də bizdə string kimi 3-dür. Yəni bunu belə yaza bilərəm də. 3 vurmuş 1, 2, 3, 5 yaza bilərəm. Yəni bir dənə uzun stringiniz var sizin. Ya onun uzunluğuna baxırsınız. Bu dəqiqə lensə dediyiniz şey onsuz uzunluğa baxırsınız. Onun nəyə oxşamağının bir əhəmiyyəti yoxdur. 1234 dənə siz 456-ın yanaşı yazmağı beyninizdə qurmayın. Sadəcə o fikirləşin ki, bunun nəticəsi nədir? Və onun üstünə biz 789-u gəlmişik. Bu ədədin bir dənə fikir verin, cavab variantlarının axırları eyni qutaran varsa son 2 rəqəmdən gedər. Heç 2 rəqəmə də ehtiyac yoxdur. Onsuz da vurma eləmişəm deyə belə bir şey çıxa bilməz cavabda. Onsuz da 3000 neçə olmalıdır bu ən azı. Yəni ən azı deyirəm, 3600 neçə olmalıdır ən azından hətta. Bunun axırı 5 ilə qutarır. Dəqiq bilirəm. Ya bu lensiyənin axırı 5 ilə qutarır. Bu axırı 9 ilə qutaran bir şey gəlsə 4 ilə qutaran nəsə alacam. Yəni buradakı D-nin cavabı 4 ilə qutarır.
axırı 4 ilə qutaran bir şeydən, 4-cü indeksdəki, yəni 2.3 ilə qutaran nəyisə alsam, burada 7-ni alacam, burada da 1 ilə qutaran nəsə alacam. Onu da integer çevirəndə nöqtənin bizdə solu qalır deyə bunu atacam. Axırı 1 ilə qutaran cavab qalacaq, bu da budur. Yəni o 2 ilə qutaran cavabı onsuz da ki, o 3-ə vurmadan əliyirsiniz gedir. İmkansız bir şey ki, o qala. Yəni məntiq də bunu deyir, mənası da odur. Məncə çətin bir şey yoxdur. Yəni suallarda çətinlik dərəcəsi də normaldır. Sadəcə görmədiyiniz tiplərdir deyə bəziləri ola bilər çox vaxt itirirlər. O da ki, gördüyü tip işləyirsə, niyə işləyirsən də qardaş? Yəni mən ancaq düz yazdığım sualları işləsəm, sizə konkret deyirəm ki, yəni bir inkişaf yoxdur. Yəni elə tamam təkrarladım, gəldi, keçdi. Burada deyir ki, aşağıda təqdim olunan görüntü və təqlər lazımdır. İndi biz yəni şeyə fikir verin, onsuz da bu cədvəldir. Burada bizdə sətr var. Bunun içərisində sonra izahlı siyahı var. Bunun içərisində də bizdə nişanlı siyahı var. Nişanlanmış daha doğrusu. Yəni table var, okeydir. TR var, TD də var. Yəni xana var onsuz da onun içərisində. TH olmuş ola bilər, çünki ola bilər ki, belə ifadə edeyim ki, table header'dadır, çünki qalın yazılıb axı, bold olmuş ola bilərdi. Emphasize yoxdur, amma burada görürsünüz ki, kursiv işlənmir. Buna görə bu variant getdi. HTML-in içərisində yazılmış ola bilər. Yəni orada headbody hissələrdə problem yoxdur. Strong bunun içərisində olmuş ola bilər, amma ordered list görmürəm. Yəni bunu qurmaq üçün mənə ordered list lazım deyil. Mənasızdır onu işlətmək. Ona görə getdi. TR, TD, bu, ulu, bəli. Unordered list var, li var, bu düz gəlir. Burada bizdə yenə all-da part deyil. Burada da ki, taglər deyil bunlar. Fikir verin. Məsələn, bunun özünü götürək. Title-ın özü olsun. Bir dənə bu tagdır. Yəni, bunu işlədib işlətməyən bir aidiyyatı yoxdur. Bunlar bizdə atributdur. Atributlar da bərabərlərlə qoyulur. Məncə, burada da çətinliyimiz olmamalıdır. İndi, növbəti suala keçirik. Sual olan olsa qeyd eləyər valideyn. Python yazılmış proqramın nəticəsini müəyyən edin. Tamam. Buna məncə boş yer lazımdır, bilmirəm yəni. Bu dəqiqə işləyək. Bizdə belə götürməyə çalışaq ki, B dəyəri bu dəqiqə 1-ə bərabərdir. Bizdə A-nın uzunluğundan söhbət gedir. Bu dəqiqə neçə dənə element var? 2, 4, 5 dənə element var. A uzunluğuna LA yazaq buna. Bu 5-dir. Mənim bu dəqiqə 1-in 5-dən balacadır. Bu arada cavabların hamısı 5-dən böyük çıxmalıdır. Çünki avtomatik olaraq yəni 5-i aşacaq bu ki, girməyəcək. Hamısından giriş eləyəndə az bir dənəsini nəsə götürür. Ona görə variantlarda da 5 açdığına görə çox da belə uğur qazanası çıxdaş görmür. Vəziyyət budur. İçəriyə gəndə split eləyir. Onsuz da boşluqla split eləyir deyə hər birində 2 dənə element qalmış olacaq. Yəni length hamısında 2-dir. Bu standart. İndi indeks məsələsi var. Elementin özü, yəni i-nin özü burada olduğuna görə avtomatik olaraq bizdə bu dəqiqə belədir. 0 üstə gəlmiş ki, bu 3-dür. Və sonra bu üstünə əlavə olunanda bu 6-ya dönür. Yəni biz indi 3 ilə 6-nı müqayisə edirik. Yəni B3-ə dönür. A-nın axırına bir şey əlavə eləmişik deyə. Bu dəqiqə 6-dır. Və sonrasında bizdə nə var? Təzədən giriş eləyəndə bununla giriş eləmişdik. 0, 1 yazaq, 2 yazaq, 3 yazaq, 4 yazaq buna. Yəni bu elementlə giriş, indeksdən deyil, elementin özüdür bu. Bu elementin özü ilə giriş eləyəndə, yenə burada 3 üstə gəlinmiş. Bunun indeksi üstə gəlmiş bir dənə 2 var, bu 6 eləyir. Axırda B-yə burada əlavə olunacaq deyə bu 7 eləyəcək. İndi 6 7-dən balaca deyə bir dəfə də giriş eləyəcək. Burada təzədən bunun indeksi 2-dir. 6 üstə gəlmiş, 2 üstə gəlmiş 2, bu da bizdə eləyəcək 10. Ondan sonra da bu 8 olacaq. 8 təbii ki, bundan böyük olmadığına görə bir də giriş eləyə bilməyəcək. Element qalsa da qalmasa da. Aydın? Ona görə A variantı qutarıq. Gələk bura. Bu əzbər sualdan design view-dur. Burada 3 dənə hissəsi var. Field name, data type-dır. Bir də ki, description bu optionaldır, düzdür. İzahını verə bilərsiniz. Bir də bunları yaxşı yadda saxlayın. Uşaqlar, data type-dan bir də görürsünüz ki, hansı data type Excel-da da hansısı bizdə aksesləri qarışdırıb verirlər. Yəni, bu suallarda fikir versiniz, nəzərə suallar çoxdur. Çoxsunu işləyir bəlkə də o. Deyə bilirsən, ya bilmirsən, çərəzdir. Bu sual biraz çətindir, onu deyim. Məsələn, bu sualı yazanda 2-3 dəfə fikirləşdim ki, necə eləyə bilər bir uşaq. Bunların variantlarının hamısını, yəni çıxılmaz vəziyyətdə qalsa, 8-li hissə sistemi çevirib, onsuz da görürsünüz ki, 8-li hissə sistemindən gedən prosesdir. 8-li hissə sisteminə çevirib, 8-li hissə sistemindən bunu həll eləyə bilərsiniz. Çətin deyil elə baxsaz. Amma elə baxmırsınızsa da, yəni sualı təmiz həll eləmək istəyirsinizsə də. Suyum için. Deməli, belə yanaşa bilərik biz suala. Bizdə hansısa bir ədəd daxil olub, çıxıntı bizdə 13-dür. Və başa düşürük ki, rəqəm nə tərsə də məndə 7 olsa söhbət olacaq. Əgər belə olmamış olsaydı, sual çox bəsit idi. Bu şərti qoymasaydım mən,
mən götürərdim, yəni birinci 7-ni daxil eləyərdim. 7-ni daxil eləyəndə 11 üstə 13-dən 7 çıxanda, yəni 7-si burdadır, neçəsi qalıb kənarda? Onsuz 0 bütün ədədlərə bölünür deyə, 0 bütün ədədlərə bölünür deyə qalığı 7 götürə bilərdim. Bura gətirəcəkdim. Onda burada qalacaqdı 6. Düzdür? Məsələn, elə girib sualı həll eləmək olardı. Bu ədədin özü 7 idi deyə. Bunu sonradan mən sizə göstərəcəm ki, bizdə həldə nə qədər kömək olacaq. Bu görüntü bizdə alınıb deyə, bu görüntü bizdə alınıb deyə. Onsuz da 6-nın bölənlərinin içində, üstəm, 7-nin bölənlərinin içində 7 var deyə və biz 6 yazsaq həll oluna bilir deyə. Yəni biz bu girişə həyata keçirə bilsəydik, yəni bu hissə olmasaydı, təbii ki, cavab alardıq. Yəni minimum ədəd bu olardı. Amma bu giriş bizdə problem yaradır. İndi ikinci prosesi aydınlaşdırmağa çalışaq ki, biz 7-dən başlaya bilmərik, bu konkret. Amma ən kiçikləri götürə bilmək üçün də mən maksimum ədədə getməliyəm, rəqəmə getməliyəm daha doğrusu. Onda mən 6-dan başlayıram. 6-dan başlasam, mənim içəridə qalan dəyərim nə olacaq? 6-nı götürsəm, burada məndə 7 qalır. İndi sual buna dönür. 7-ni mən nə cür əldə edə bilərəm? İndi məsələ buradadır. T-nin bölənlərinin içərisinə baxdığıma görə, bu dəqiqə T 6-dır. Yəni natural bölənlərin içərisində. 6-nın bölənlərinin içərisində təbii ki 6 var. Bunun üçün mən 5 işlədə bilərəm. Çünki S üstə gəlmiş 1 deyə burada 6 varsa S özü 5-dir. Buraya əlavə eləyəndə bizdə 11 alınır və yuxarıda bizdə nə alınacaq? 11 alınır. Bu 2 qalacaq. Gözəl. İndi bu sual burada bitdi. Bir şey burada gözləyirik ki, T-nin özü sadə ədəddir və 8-dən böyükdür deyə avtomatik olaraq 1-ə ya özünə bölünür da bu sadə ədəd. 1-ə bölünməsi olsaydı, bura 1 qoymaq üçün S-i 0 götürməliydik. 0 qoysaq, bunun özü artmayacaq. Deməli, biz 8-dən böyük sadə ədədlər tapdığımız anda stopluyuruq, növbətiyə keçirik. Yəni, 5 tərəfdə çörək yoxdur. Gəldik bura. Altdan sonra mən deməli, üzr istəyirəm. Yəni, 6-nın öz bölənlərində nə var idi? 6 var, sonra 3 var da. Deməli, bura 3 qoymaq üçün mən S2 götürməliyəm. S2 götürsəydim, cavabı ala bilərdimmi? S2 götürsəydim, bu məndə 8 olacaqdı, buradakı dəyərim məndə olacaqdı 5. Gözəl. İndi 8-in bölənlərinin içərisində nələr var? 8-in bölənlərinin içərisində belə deyək, 8-in özü var, amma mən 7 gəlməklə onsuz da 5-i aşır, burada da stoplayacaq, eləyə bilməm. 4 olması üçün 3-ü gəlsəm yenə 11 krizi başlayacaq, gedə bilməyəcəm. Yəni 4-ü gətirmək üçün 3 gətirməliyəm. 2-ni gətirmək üçün 1 gətirsək, burada 9 eləyəcək, burada 4 eləyəcək. 9-un öz bölənlərində 3-2 söhbəti yaranacaq, yəni 11 delişir ora. Yəni 9-un öz bölənlərində 3 var deyə, oradan 2 gətirməlisiz, 11 delişəsiz yenə də. İndi sonradan qalır, biz 8-in bölənlərində 2-ni işlədə bilmədik, çünki 9 del işləyəcək dedik. Bir dənə 1 qalır, bir də 0 məntiqi var, bu da yatdı. Yəni bir yoxlaya da bilirsiniz, yəni beyinlə bilir, yaxşı göstərim onu. Məsələn, siz əgər ki bura, yəni 4 ilə getmək istəyib, 3 əlavə eləsəydiniz, atıram, yəni burada 3 olsaydı, bir dəqiqə, deməli bu 11 olacaqdı. 8-in bölünlərin içində 3 var idi, düzdür, 11 ilişir. 11 ilişməmək üçün yaxşı, biz deyək ki, başqa nə gətirə bilərdik ki ora? Yəni 8-in özünə 7-ni gətirə bilməksiniz, 4-dən 3 gələcəkdi, 11 olacaqdı. Ya başqa bir şey də qalmır, onsuz da bu ilişəcəkdi, ifadə edə bilirəm, nə demək istəyirəm. İndi 1 gəlsəyiz nə olar? Deyirsiniz 2-yə bölünür, 1 gətirin bura. 1 gətirsəz burada 9 olacaqdı, burada qalacaqdı 4. 9-un öz bölənlərinin içərisində 9 var, 8-dən böyük də işlədə bilməyəcəksiniz onu, yəni 8-dən çox böyük. Avtomatik olaraq qalır 3, 3 üçün siz 2-ni işlədə bilərsiniz, amma 2-ni qoysaz 11-də ilişəcək. Yəni 1-də də ki, onsuz da başa düşürsünüz ki, partlayır sual. Məsələn, təzədən 1 qoya bilərsinizmi deyə bilər. Ya 2-yə bölünmür, ümumiyyətcə 1 də qoya bilmərəm. Yəni cüt ədəddə 1 qoya bilərdim. Yəni batır burada, yatır. İndi bundan sonra 1 işlədə bilərik. İndi 1-də vəziyyət nədir? Bu 7 olanda bu 6 olur. Bizə də bu onsuz işləyirdi də, görürsünüz. 7 olanda 6 olur, 6-nı qoyursunuz buradan qutarır. Deməli 1, 6 bu ədəd mənim minimumumdur. Yəni buraları uzun izah elədim. Əslində qalanda o qədər də çətin deyil. 1-2 dənəsini sınasaq sadə ədədlərdə patlayır. Hiss edirsiniz onu. Bunu açandan sonra bizdə olur 6 vurulmuş 64. Bunun axırı bizdə 4 ilə qutarır. Axırı eyni qutaran onsuz da ki bizdə buradan da görürsünüz ki 46 olarmaz patladı. Yəni buradan başa düşdük ki bu getdi. Üstə gəlmiş bizdə 8, üstə gəlmiş 6, axırı 8 ilə qutarmalı D variantı. Məncə izah tam aydın, tam başa düşülən bir şey. Yerinə də qoyub eləyə bilərsiniz. 616 8-lik səsliyəndə görüntüdən söhbət ki, gəlsəydi 6-nı götürəcəydiniz. Yəni bu onsuz da birinci girişdə
birbaşa 0-dır deyə hər şeyə bölünür. Avtomatik olaraq burada 6 var. Sonra t-nin özü 6-dır deyə, 6-nı bölə biləcək 2 var. Avtomatik olaraq 1 ora düşəcək. Bunun özü 7-dir, 7-nin böləcəyi 6 var. Avtomatik olaraq burada düşə bilər. Oradan onun şey deyil, problem deyil. Sual çətin deyil, yenə də deyirəm. Sadəcə görmədiyi tipdir bəzilərinin və alışmadığı bir şeydir. Buralarda məncə problem yoxdur. Əsas bizi yandıran sual budur. Hı? Bu sual biraz... Bunu niyə yazmışam, onu da deyim. Miqa falan belə şeylər gedir. Məsələn, sınaqlarda da görürsünüz. Mənim o biri sınaqlarımda da görmüşsünüz ki, ümumini qəsdən əlavə edirəm. Ya da ki, bir də görürsünüz, mənası hesablamaları edirəm. Qəbula gedib, bu gedib, abala gedib. Dimdə belə sual yoxdur deyənə mən çox belə oxşar suallar göstərirəm. Gedib, belə şeylər qəbula gedib. Vaxtı yeyən sualı. Elə sual var ki, baxırsan işləndir, vaxtı yeyir. Və bir şey yadda saxlayın. Bu il bir dənə yerin üstündə 2 adam mübarizə aparır. İmtahan asan olsa, ballar çox qalxacaq. Mənasız yerə qalxacaq. Onu bir dənə, bu stresi artası deyə demirəm, ha. Bəziləri deyir, imtahan asan da olsun. İmtahan asan olsa, hamı yaxşı yazır, ballar artır. 690 ola bilər hətta prezident təqaüdü. Nə qədər uşaq onsuz da 280 üstünə bal yığıb. Buraxılışdan. Düşünün. İmtahan çətin olsa, onsuz da hamıya çətindir deyə, avtomatik aşağı tərəf ələnəcək deyə, ballar daha stabil qalır elə olanda. Onsuz da buraxılış asan vermişsiniz də. Heç nə idi. Gələk bura, deyir ki, yarış iştirakçısının məlumatı bir faylda saxlanılır. Hər iştirakçı haqqında məlumat 400 simvoldan ibarətdir. Yəni, bu faylın içərisində bu dəqiqə ən azı bu qədər simvol olduğunu bilirəm. 400 min dənə simvol var. İndi mənə deyir ki, və bu simvolların hamısı fayl daxilində təkrarsız. Belə çıxır ki, 400 min dənə müxtəlif simvol var orada. Fayl daxilində deyir, ha. Demir ki, bir iştirakçıdakı simvol. İştirakçının adının içində təkrarı. Ümumiyyətlə, faylın içərisində bu qədər simvolun təkrarı yoxdur. Bəlkə Çin dilində yazıblar, nə dilində yazıblar, onun bir fərqi yoxdur. Faylın ümumi ölçüsünün informasiya miqdarından çox olduğu məlumdur. Onsuz da fayl ölçüsü və informasiya miqdarı ilə bağlı suallar olur. Heç yanda yoxdur deyəniniz varsa, OTK-da da göstərəm, demin suallarında da var, sınaqlarda da çıxıb. Qəbula da səhv eləmiş oxşar sual getmişdi hətta. Çıxır, bunlar çıxır. Sizin informasiya miqdarınız buradadır, fayl ölçü buradadır, bu da metadatadır. Yəni, demək istəyir ki, metadatan budur. İndi əlifba minimal tam bitlə kodlaşdırılıb. İndi minimal tam bitlə mən bunu necə kodlaşdıra bilərəm? Məntiqlə bir dənə düşünək. Bu qədər simvol varsa, onsuz da minliklərlə böləndə 400-ə qalır bu. 400 də bizdə 256-dan böyükdür deyə avtomatik olaraq bunu 19 bitdən götürə bilərik. Düzdür? Yəni, minimum da budur. Minimumda budur. İndi bunu hesablamağa cəhd göstərək ki, vəziyyət nədir bizdə? Yəni, faylın ümumiyyətcə ölçüsünü hesablamağa çalışaq. Bizdə belə çıxır ki, bu 400 min, 400 min, yəni burada 19-a vuracaq. Bunu da 8-ə bölsək, 50. Bu deyil 950 min, bu baytdır. İndi mən bunu kiloya gətirməyə çalışsam, 1024-ə bölsəm, burada 9 dəfə eləsəm, 6, oradan 21, burada məndə qaldı 9, burada 4 qaldı, 8 qaldı, burada bizdə qaldı 2, burada 0 gətirəndə, burada 2-ni çıxardanda 8, 4, 0, 2, burada qaldı 2, 9, 7, burada 0. Nəysə, bu qədər bir şeydir. 927 nöqtə neçəsə k eləyir bu kilobayt. Bu 30 kilobayt da artıqdır bundan. Yəni 30 kilobayt üstünə gələndə 957 kilobayt, 957 nöqtə neçəsə kilobayt mənim bu dəqiqə fayl ölçümdür. Və həmin fayl 4 kilobaytlıq bir yerdədirsə, onsuz da axır 2 rəqəmindən gətirə bilirik ki, 960 kilobayt bir faylımın ölçüsüdür. Bu fayl diskdə maksimal sayda yazılmalıdır. Deməli, 1024, 0, 960-a bölürəm kilobaytla. Burada bir dəfə 960-ı çıxardandan sonra 4 qaldı, 6 qaldı, bu getdi, bu qaldı. Deməli, 10 dəfə yazıla bilər. İndi, söhbətə bir dənə fikir verək. Deyir ki, diskin neçə klasteri boş qalacaq? Bu tip sual da var. Sadəcə bir sualda, bir neçə sualda gördüyünüz şeyi birləşdirib gətirmişəm və bəzi dəyərləri də anormal yekə qoymuşam deyə, biraz qəribə görün. Amma onsuz 400-ün 8-ə bölünməsini mən başdan bilirdim deyə. Hesablamada o qədər qəlizlik yoxdur. Çirkli yazdım. Gəldik belə. Bu faylı 10 dəfə yaza bilərəm, amma mən bu faylın içərisində 2 dənə klaster işlədirəm. Birinci onu tapmağa çalışım. Mən bir dənə faylı yazanda, 4-ü qoyanda, burada 2 dəfə, 8, 7, 1, 6, burada da bizdə qalacaq 4 dəfə. 240 dənə klaster işlədirəm bir faylda. Burada
Bu isə bizdə 1024, dalında bir dənə 0 var. Deməli, 256, dalında bir dənə 0 sayda klasterim var mənim bu diskin içərisində. Nəzəri olaraq baxırıq. Burada 2400 sayda mən klaster işlətmişəm. Yəni, bir dənə faylda 240 klaster işlənirsə, 10 dənə ilə fayl yazmışsınız siz. Burada 0-dır, 6-dır, 1-dir. Sual çətindir, məncə elə çətin görünmür, yəni açıq danışıram. Sadəcə olaraq gedişat çoxdur. O tip suallarda qəbula çıxır bir də görürsən ki, baxsan sual işlənir, vaxt alır sadəcə olaraq. Buna baxmağa çalışaq. N natural ədədi və sıfırdan fərqli sayda həqiqət daxil olur, doğru müqayisəni seçin. Bunu mən niyə qoymuşam? Bir müəllim tanışımız var. Məndən soruşmuşdu ki, mənfi sonsuzluq işlətmədən, yəni həqiqət ədəd oblasında əgər mən bilirəmsə ki, mənfi ədədlər də daxil olun, ən az 2 dənə mənfi ədəd daxil olduğunu bilirəmsə, mənfi sonsuzluq işlətmədən necə onların ən böyüyünü taparam? Dedi ki, mənfi sonsuzluq işlətmədən tapmaq olmaz. Mən bu sualı həmin gün yazdım. O mən o mesajı atanda yazdım. Yəqin ki, görəcək, yəqin ki, baxacaq. Çünki mən fikir verdiyim qədərilə mən bütün YouTube videolarımı baxıb, ya da ki, elə təəssürat yaranır, bilməm. Amma məsələ nədədir? Onsuz da o sınağı görübsə, yəqin ki, zarına baxacaq. Mən bunu qəsdən yazdım ki, eləmək olur, mümkündür. Çətin bir şey yoxdur. Bir dənə flag qoyuruq ki, hələ ki, biz mənfi ədədləri görməmişik. Mənfi ədədə giriş eləyəndə artıq deyirik ki, yəni ilk mənfi ədədimdirmi? Sonra bağlayıram, yəni ilk deyil deyirəm. İlk mənfi ədədimsə də götürdüm. Onsuz da mənə nə lazımdır? Həmin oblastdan element götürüm. Siz əgər bir otaqdakı ən böyük adamı axtarırsınızsa, yaşda böyük, boyda böyük, nə bilim nədə böyük, o otağın içindən başlamalısınız. Və öz sinifinizi götürün. Sizin sinifdəki ən balaca boy adamı tapmaq üçün ibtidai sinifdən kimsə gətirib boyunu müqayisə eləsələr, o əgər sizin sinifdəki ən balaca boydan balacadırsa da, hamıdan balaca qalır deyə nəticə əldə edə bilməyəcəksiniz. Bir sinifi xas eləyən nəticə onun içərisindən çıxmalıdır. Yəni ona görə biz avtomatik olaraq mənfinin içinə düşürük birinci. Qalan vəziyyətlərdə artıq biz nə edirik? Artıq deyirik ki, birinci ədədimi götürmüşəmsə, geriyə qalan vəziyyətlərdə belə bir vəziyyət yaranır ki, əgər bu mənfi ədədimdən daha böyük bir mənfi ədəd varsa, onsuz da bunlar mənfi ədədlərdir. O zaman onunla davam elə. Yəni bizim burada baxdığımız daxil edilmiş tam ədədlər içərisində, yəni sıfırdan fərqli tam ədədlər içərisində bu arada, əgər mənfi ədəd varsa onu çap eləyəcəyik. Təbii ki, burada belə bir dənə şey var. Sualda kimsə deyə bilər ki, çatışmazlıq var. Sən şərtdə deməmsən ki, mütləq bir surətdə 2 dənə mənfi ədəd daxil edilib. Elə bir şey qeyd eləməmsən. Cavab variantlarına bir dənə bax. 0 dəyəri çap olunacaq. Bu onsuz da səhvdir. Belə bir şey çap oluna bilməz. İmkansız bir şeydir. Çünki M dəyəri onsuz da 0 vəziyyətinə götürə bilmir. Yəni, buranı ləğv eləyək. Ən kiçik mənfi dəyər çap olunacaq. Ən kiçik mənfi dəyər deyəndə, əgər bir dənə mənfi dəyər girişə verilibsə, onsuz da sizin ən kiçiyiniz də odur, ən böyüyünüz də odur. Məntiq olaraq bu dəqiqə budur, onu saxlayın. İlk daxil edilmiş mənfi dəyər çap olunacaq. Əgər ki, bircə dənəsi daxil olunubsa, o zaman, yəni sıfırdan fərqli dəyərlər dediyimizə görə, o zaman bu da çap olmuş ola bilər. Mənfi ədədlərin sayını çap eləyir, 4 getdi. Yəni 4 onsuz da bizdə ola bilməz. Tamam, 4 cavabda ola bilməz. Ən böyük mənfi dəyər çap olunacaq. Dövrün gövdəsi n sayda icra ediləcək. N sayda icra edilməyəcək, onsuz da görürsünüz ki. Bir dəqiqə, n sayda icra olunacaq, bu düzdür. Son şərtli dövrdür, 7 də səhvdir. Bir dəqiqə. Son şərtli dövrdür. 7 də səhvdir. Amma mən bu sual niyə belə yazmışam? Son şərtli dövrdür. Mən burada variant başqa cür götürmüşdüm. Nəysə, sualda düzgün cavab yoxdur gördüyünüz kimi. Bu qədər bəsitdir. Bunu necə yazmısınız siz, Banutçı? Necə oldu bunu yaza bildiniz siz? Prosta öncələrin neyt eləyəndə o qaldı. Ya mən bunu yazanda iki dənə şey... A-nın C-nin variantı eynidir, onlar da dəyişir. Aynen, onda copy-paste dəyişib ola bilər. Bunu editləyərəm mən. Copy-paste dəyişib onda o. Aynen. Çünki belə bir şey niyə yazım ki mən 2 ilə altına? Aydındır. Mən burada çıxdaşla götürüb bir dənə variant saxlamağı düşünmüşdüm. Çıxdaşda bir dənə variant qalmalıydı. Elə yazmışdım onu. N sayda icra olunur. Onsuz da 100% düzdür. 6 dəqiq düzdür bu. Çünki N var və N sayda icradır. Və burada variantların yazılma səbəbi buydu ki, hər bir addımı ümumiyyətcə gözləyə biləsiniz ki, yəni sən buna baxdın, sərbəst
blok sxem çəkmək istəyəndə bu sualı referans götürüb çəkə bilərsən. Yəni məntiq buydu bunu yazanda. Ən böyük mənfi dəyər çap olunacaq. Onsuz da ən böyük mənfi dəyər çap oluna bilməz burada. Üstəm, çap oluna bilər, mümkündür bu. İlk daxil edilmiş mənfi dəyər çap olunacaq. Ədədlər çoxdursa da bunlar sual altında qalır. Mən bunu qəsdən belə eləmişdim ki, yəni variantlarda 5-6 dəqiq olacaq. 5-6 dəqiq olacaq orada. 5-6 dəqiq olacaq cavabda. Geriyə qalanların içərisində onsuz da bir dənəsinin yanına qoyaram. Bunlardan 2 ilə 3-dən. Yəqin 2 ilə 3 fikirləşmişəm. Nətər 7 oraya yapışıb mənim başım çıxmadı. Həqiqətən qəribə qaldı. 7 oraya nətər yapışdı. O 2 ilə 3-dən birini yanına qoyaram ki, deyim ki, əgər ki elə bir ədəd olubsa, biri ən kiçiyi ilə özüdür. Çünki burada ən böyük və ən kiçiyi eyni vaxtda cavab variantında ola bilməz düşünür çox adam. Götürüb bu ikini də qoyardım bura. Yəni neçə dənə daxil olduğunu demirəm. İzah edə bilirəm nə demək istəyirəm. Hı? Tamam. Əslində qalanda ilk daxil edilmiş mənfi dəyər ya da bunu belə versəydik, yenə də düz idi sual. Əgər bir dənədirsə mənfi ədədin özü, onda düz variantlarda problem çıxıb bizdə. Bəlkə də 7-ni 2-yə oxşatmışam, bilməm nəsə problem çıxıb orada. Amma dəqiq. Mən fikirləşirdim ki, 5-6-nın yanına bunlardan birini əlavə eləmək sualdır ki, yəni bunlar dəqiq var, o birlər dəqiq deyil. Ola da bilər, olmaya da bilər. Yəni başdan onsuz izahı da elə gətirirdim. Bəxtə. Ona görə double check mütləq lazımdır. Sizdən də referans ala bilmirik deyə. Məsələn, işləyəndə demirsiniz ki, plan yerlərdə problem çıxıb. Məsələn, desəz vaxtında düzəltmək olardı onu. Python-la yazılmış proqramın nəticəsini tapın. Bu arada burada bir dənə şey diqqət etmək lazım ki, bu n-dən gəlir. Bəziləri belə işlətmirlər qorxularından. Range-in özü yeni bir obyektidir deyə biz obyekti qurandan sonra bura giriş edirik. Bu n-in buna aidiyyatı yoxdur. Bu range bu qurulacaq. Yəni sizin əlinizdə belə bir şey əmələ gələcək. 48. Bunun içərisindəki elementlərin n adı ilə giriş edəcəksiniz. Və hər dəfə n adı dəyişdiyinə görə, yəni bu n-in köhnə n-dən asılacağı yoxdur. Yəni bu n sərbəst n-dir. Bu n sərbəst n-dir. Avtomatik olaraq sonuncuda 48 üstə gəlmiş F48-dir. Yəni hər dəfə yeni n-də dəyişəcək də bu ifadə eləyə bilirəm. Kodu run eləyə də bilərsiniz özünüzdə, problem deyil. Mən 48 ilə giriş eləyəndə bu pi-dən balaca deyil deyə öldü. Bunun kökü 6.3 eləyəcək. 5-dən böyükdür deyə 5% artacaq. Avtomatik olaraq bu 48 üstə gəlmiş 48 üstə gəlmiş 5. Axırı 6 1 ilə qurtarmalıdır. Bir dəqiqə. Bu da 101. Çünki bu çox da böyük deyil də, bu qədər böyük olsun. Bitdi, getdi 101. Keşik sual, maraqlı sual məncə. Onun nədir qadam səhv edir? Deyir ki, standartına əsasən Ethernet arxitekturasında segmentdəki kompüterlərin maksimal sayı nə qədər? Gəlin belə başa düşməyə çalışaq ki, segmentin maksimal uzunluğu 500 metrdir. Ümumiyyətcə şəbəkədəki kompüterlərin maksimal sayı 2/10-dur. Segmentdəki kompüterlərin maksimum sayı 100-dür. Ümumi şəbəkənin uzunluğu bizdə 2.5 kilometrdir. Yəni 2500 metr. 512-də metr yazmışam. Deməli, həm də ki, müəyyən qədər təkrar oldu. Uşaqlar deyilək, belə sual düşər. Niyə düşmür? Çiçək kimdə sualdır. Banu Çiçək, deyəsən sənin bacın infosəkdən təlim verəcək, hə? Не знаю. Mamam paylaşmış deyəsən story. Mamamı görmürəm statuslarını. Tamam, telefonun yoxdursa. Deməli, söhbət nədir? Bunu deyəcəkdim ki, Hellman asimetrik, burada müəllimlərdən biri var idi, soruşmuş ki, asimetrik şifrləmə ilə bağlı nümunə. Əslində sual tez bitirə bilərdim mən. Yəni belə deyək ki, açarın tapıldığı yerdə bağlayardım sualı. Biraz belə məsələn, burada bağlaya bilərdim, tam bağlaya bilərdim. Heç bu hissəyə ehtiyac yox idi. Sualı belə qoyardıq ki, açarı tapın. Orada bitərdi. Maraqlı bir sual olardı o da. Bu realda işlənilən bir vəziyyətdir və deməyə görə, standarta görə uyğun sualımı tam uyğun sualdır. Çünki bütün gedişat açıq izah olunub. Yəni biz özümüz bir alqoritm qoyub, o alqoritmdəki şifrləmə sualda tərtib edə bilərik. Bu da dim və bütün təhsil sisteminə uyğundur. Məsələ buradadır ki, asimetrik şifrləmə bu nə cür işləyir, onu bir dənə izah eləməyə çalışıram. Çox maraqlı bir şeydir. Bax, bu mənəm. Bu da ki, deyək ki, Rıza sən ol. Yaxşı qaqa. Bu qədər balaca ədədlər götürülmür, böyük ədədlər götürülür. P-nin azı 13 götürülür məsələn. Orada RCA yazsaz, kriptografiyada çox böyük ədədlərlə işləyirlər ki, onsuz sındırmaq çətin olur. İndi fikirləşək ki, burada da bir dənə hacker dostumuz var. O da kim olsun bizdə? Əli sən ol. Yaxşı qaqaş.
İndi belə bir dənə vəziyyət var. Biz bir-birimizə açıq da açar göndəririk. 5 ilə, yəni bu aramızda belə 5 ilə 3 aramızda rahat göndərilir. 5 ilə 3-ü rahat göndəririk. Mən də burada özümdə bir dənə ədəd tutmuşam. Bu məndə 2-dir. Sən də burada ədəd tutmusan, bu da səndə 9-dur. Amma bir-birimizə 2 ilə 9-u göstərmirik. Tamam mı? Yəni bu adam 5 ilə 3-ü görür. Sən burada götürsən hesablamağı aparırsan. G üstündə A, onsuz da burada izah eləmişəm, mod ifadəsi bölünməsindən alınan ən kiçik müsbət qalıq deməkdir. Müsbət qalıqdan söhbət gedir. G ədədimiz bizim neçə idi? 5 idi. 3 idi. Yəni burada mən hesablayıram 3 üstündə 2, burada təzədən götürürük 5-ə, bu eləyir 4. Düzdür? Burada mənim elədiyim nədir? 9 üstündə 2 yox, bir dəqiqə. Bizim A ədədimiz 2-dir. Deməli, burada olacaq 3 üstündə 9. Burada bunu hesablamaq biraz çətindir. Heç onu hesablamayaq biz. Onsuz da fikir verin, K ikisində də eyni cür hesablanacaq. Deyək ki, birini hesablayaq, oradan cavabı tapaq. Deməli, mənim böyük A dəyərim 4-dür. Böyük A dəyərim 4-dürsə də buradan cavabı gedək. Yəni, məntiqi belə qurmuşdum ki, rahat işləyə bilərsiniz. Bunu hesablamaq biraz daha çətindir. Amma hesablamayacaq bir şey də deyil, əslində hesablamaq olur. Deməli, gəldik bura. Bizdə A ədədimizi, yəni mən burada A ədədimi hesablayanda həmin adama göndərirəm. Əli bu ötürmə vaxtında 4-ü tutsa belə, o adamın başdan nəyi, yəni B olaraq götürdüyünü bilmir deyə, o 4-ün üstündə yazdığı dəyərlərə görə cavab dəyişəcəyindən aşağı tapa bilmir əslində qalanda. Onda burada hesabladığımız bizim bu olur. 4 üstündə 9, mod 5. İndi bunu hesablamaq da əslində asandır. Nəyə görə deyirəm? Bu 2 üstün 18 deməkdir. 2 üstün 18 nə deməkdir? 64 vurulmuş, bir dəqiqə, 2 üstün 18, 256 vurulmuş, 1024 deməkdir. Bu ədədin axırı onsuz 4 ilə qutarır, razısınız. 4 ilə qutarırsa 5-ə qalığı da 4 olmalıdır. Deməli, biz burada 4 sürüşdürmə aparırıq. Dolmanın 4 dənə sürüşdürəndə 1, 2, 3, 4 taşa gəlib çıxır, o da D variantıdır. O birisi üçün də hesablaya bilərsiniz. 3 üstü 9-u da əslində hesablamaq olur. 3 üstü 9 nə deməkdir bizdə? Bir dənə 3-ün qüvvətlərini fikirləşin. 3 üstü 1-də 3-dür, 3 üstü 2-də sizdə 9-dur, 3 üstü 3-də axırı neçə ilə qutarır, ona baxın bir dənə. Bunu 3-ə vuranda 7 ilə qutarmalıdır. 3 üstü 4-də təzədən neçə ilə qutarmalıdır? 1 ilə qutarmalıdır. 3 üstü 5-də neçə ilə qutarır? 3 ilə qutarır. Bitdi. Yəni 4 dənədən bir görsü təkrar gedir. 4-ə qalıqdan söhbət. 3 üstü 9-un da 4-ə qalığı bizdə neçə eləyir? Yəni burada təzədən 3 üstü 5, 6, 7 falan filan burada gedəndə bunun qabağında 3 üstü 8 təzədən 1 eləyəcək. 3 üstü 9-da bu da deyəsən 3 ilə qutarır. Gəlib 3-ü bura qoyandan sonra bunun axırı 3 ilə qutarmalıdır qısadan. 3-ü bura qoyanda 3-ün kvadratı təzədən belə eləyəcək. Oradan təzədən 4 qayıdır. İki vəziyyətin ikisinə görsün ki, cavab eynidir. Gəldik bura. Bu niyə işləyir? Necə? Bu niyə işləyir belə yəni? Как вы niyə də x axırda eyni rəqəm alınır? Bu ədədlər nəzəriyyəsidir. Bunun isbatı da var. Biraz uzundan bunun isbatı da var ki, çox maraqlı bir şeydir, hə? Bu suallarda nə isə qatım deyilədim. Onsuz sual doludur. Cəmaət bir mənalı-mənasız sual yazılmışdı. Bir nəsə qataq deyilədim. Ən azından məsələn infoseka gedəcək uşaqlar burada asimetrik şifrləmə görməyib uşaqların çoxsu. Yalan deyirəmsə de, görmüşdün asimetrik şifrləmə nəyə oxşuyur heç? Не знаю. Нет, наверное. Ya ən azı bir təxəyyülünüzdə formalaşsın deyə yazdım bu sualı. Yoxsa mənə nə var idi ki? Antivirusdan götür və dandik bir dənə sual yaz. Çıxı getdi. Ya antivirus nədir ki belə baxanda da nə qədər fərqli sual yaza bilər kimsə antivirusdan. Mənasız şeylər. Gəldik bura. Əsas suala doğrudan deyirəm, gələcəkdə ixtisas sahibi olacaq adamlarda bu nəzəriyyənin üstündə qurulub. Düzdür, ESA-da N-in dəyərləndirilməsi var, P-1-də, Q-1-də hesablaması var onun ki, minimal dəyərləri böyük götürmək lazımdır ki, orada hackləmək üçün brute force eləyəndə adam birinci, ikinci papıtkada gəlib düşə bilməsin, bu çox balacadır. Amma mən böyük ədəddə versəm onu hesablaya bilməyəcək, 13-ə qalığı belə hesablamaq işgəncədir. O da var axı, ona görə biraz daha dəqiq götürdüm. Burada var ki, deyir ki, tamam. Ya 11 ya da 13 əlavə edildi. Bunların arasındakı fərqə fikir versək 2-dir. Yəni bu tip suallarda arasındakı fərq çox önəmlidir. Biraz diqqət edin. Məsələn, bu tip suallar magistra gedib səhv eləmirəmsə Azərbaycanda. Rusiyada o qassatsiya ekzamenda var belə bir sual. Oxşarı var. Mənim suallarımın çoxu rus ədəbiyyatına yaxındır deyə rastlaşa bilərsiniz. İlk xanalardakı yeni qiymətlər arasındakı münasibət budur. Bu şərhlərə ödən xanalardakı rəqəmlərincə belə bir dənə söhbət var. Mən bunları bir fərqli qoysam, məsələn 9 ilə 8,
Bunun üstünə 13 gəlsəm, bax diqqət eləyin. Buna 11 gəlsəm, avtomatik olaraq bu düzənəyi ala bilirəm. Çünki 9-dur, 8-dir, 13 gələndə bu 21 eləyir, bu 20 eləyir. Mən onsuz da yəni bunun arasındakı fərq 2, buradakı 1-dir deyə avtomatik olaraq bir fərqlə bunları düzə bilirəm. Orada mənim problemim yoxdur. İndi məsələ burdadır ki, mən bunu 9, 8, 7, 6, 5, 4 yazsam, belə qursam, burada problemim yoxdur, bunu həll elədim. Gəlin hətta bunu qurmağa çalışaq. Bu olsun 21, bu da olsun 20. B-də yerində qalıb, okey, daha uzağa göndərməyə çalışaq. Y yerində qalıb, F ilə C-də bir də yer dəyişmə olub. Əla. Onda bunu biraz uzaqdan mı götürməyə çalışaq? 2 versiyanı yoxlayarıq. Burada 20 verə bilməyəcəm. Bu 20-dir deyə avtomatik 18 verməliyəm məcbur. İzah edə biləm, 11 gələ biləcəm. Bu bizdə 6-dır. Avtomatik olaraq yenə 11 verməliyəm. Çünki 13 gəlsəm 21 eləyəcək üstdən. 19 eləyəcək, bunu aşacaq. Deməli, burada 17 yarandı. Burada o problem yaranır. Mən 13 gəlsəm 17 eləyəcək. Və siz qabaqdakı ədədlərdən birində əgər ki, bir vahid aşağı düşməyələsəz, bunların hamısı zəncir kimi aşağı düşür deyə, deməli, siz maksimum dərəcədə sağdakı ədədlərdən götürüb azaltmalısınız. Mən bunu 3 eləsəm, bunlarda yer dəyişmə olsun deyə 2 fərq atıb deyə məcbur bunu da birdən aşağı salmalıyam. 4 olanda bunu təzədən 16 eləyirəm. Bu da təzədən məndə 15 eləyir. Oturdu yerinə. Onda bunların cəmi bizdə eləyəcək 10, 20, oradan da 37. Sual olan var? Ən çətindir. Gəldik bura. Bu sual bizdə Python'da ekran sığışıb əsas. Deməli, məsələ nədir? Hər kəs ağıllı, bir mən dəli, bir yanım ağıllı, bir yanım dəli. Bu çox məşhur mahnıdır. Xəbəriniz var? Kimsə bilirsə mahnının ümumiyyətlə davamını, Avropanın göbəyində Avropaya söz salmış adamlar. Deməli, Türkiyənin Mor və Ötəsi qrupunun Deli adlı bir mahnısı var. Euroviziyada iştirak ediblər həmin mahnı ilə. Gələk bura. Bu Avropaya deyirlər buna. Hər kəs ağıllı, bir mən dəli. İndi Python bir yanım ağıllı, bir yanım dəli deyəndə Avropaya dəli deyib deyə Türkiyənin də bir tərəfi Avropada deyə bir yanım ağıllı, bir yanım dəli deyir. O Anadolu tərəfi də ağıllı deyib təzədən. İndi burada gedişat nədir? Biz onsuz da ki S və M üçün funksiyanı təkrar işə salırıq. Burada deyir ki X adı ilə gəlir. A-nı birinci indeksdən başlayaraq tap, 10-cu indeksə qədər olan hissədə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, bu aralıqda 18-ə düşüb bu. Deməli, bizim bunun üçün hesabladığımız, yəni buradan, yandan mı yazaq, bilmirəm, yəni buradan yazsam, 8-dir bu. Vurulmuş, deyir ki, 4-cü indeksdən kəs, 4-cü indeksdə qalacaq burada. Qalan yerlərdə götürüb boşluqlara say. 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Və deyir, onu 3-ə böl. 3-ə böləndə avtomatik 32-ni 3-ə böləndə 10 alıram. Buradakı gedişat mənə deyir. Deyir ki, 10-cu indeks qalacaq buradan. 10-cu indeks qalacaq və geriyə qalan hissədə L-i tap. Amma 10-cu indeksinə, geriyə qalan hissənin 10-cu indeksinə. Biz bunu kəsmişik ya, bu artıq 0-dan indekslənir. 0, 1, 2, 3. Burada bizdə 4 var. Bu 5-dir. 6-dır, 7-dir, 8-dir, 9-dur, 10-dur. Yəni mən bu 10-cu indeksdən başlayaraq L-i tapacağam. 11, 12, 13, 14, 15, 16. Bu 16-dır. Yəni bizim bu cavabımız 16-dır. Bir daha izah edirəm. Bu kəsmək deməkdir. Kəsdiyim hissədə, təzə indeksləməyə, bax, bu hissə yoxa çıxıb. Kəsdiyim hissədə burada isə deyir ki, filan indeksdən başlayaraq say. Aydındır. Təzədən 10-cu indeks nədirsə də, bu indeksin sağından artıq hesablamağa başlayırıq ki, harada var. İndi ikinci üçün buna baxanda, bu hissəni müəyyən qədər biraz düzəltməyə çalışım. İkinci üçün baxanda biz yenə də eyni prinsiplə işləyəcəyik ki, 0, 1, 2, 10 bura düşməlidir mən bildiyim qədərinə yenidən. İndi bu aralıqda bizdə A-nın tapıldığı yer nədir? Bu da 5-ci indeks deyəsən. Sonra bizə deyir ki, 4-dən başlayaraq 4-cü indeksdən kəsəndə yenə də 1, 2, 3, 4 mənim boşluğum qalır. 3-ə böləndə, 20-ni 3-ə böləndə səhvərimsə 6 edir. İndi burada 6-cı indeksdən başlayacağıq. Avtomatik olaraq bizdə nədir? Deyir ki, 6-cı indeksdən kəs, bu tərəfi kəsdik. Bu eləyir 0, 1, 2. L-i tapmağa çalışacaq. 3, 4, 5, 6, 7, 8, 9, 10 buradadır. L-i amma 10-cu indeksdən sonra 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24. 24 gəldi. Bir dəqiqə, nəsə səhv saydım, elə bir. Bir dəqiqə.
Yox, 10 deyil axı, bu 6-dır. Allah. Cavabda 40 yoxdur, ona görə şübhələndim. Deməli, bu 6-cı indeksdən say deyib. 6-da da bu da 7-yə gəlib, düşür avtomatik olaraq. 6-dan bu tərəfdə elə 7 var, o da 23 eləyir, A variantı. Güzel. Bundan qabaq da 10-a fikir verib saydım deyə, o da dəyişiklik oldu. Məncə fikir aydındır, sual da çətin deyil elə. Deyir ki, n dəyişənin hansı ən kiçik natural qiymətdən alqoritm icrası bunu verəcək. Bu sual asandır əslində. Onsuz da biz gördük ki, m dəyəri nə edir? Axırına atır n-in rəqəmi. Deməli, bu m gələn şeyləri tərsdən düzür. Yəni, rəqəmlər nə cür gəlsə tərsdən düzəcək. N-in bizdə rəqəmləri varsa, n ən azı 3 rəqəmlidir. Ən azı. Amma 3 rəqəmli olmuş olsa, bunun birinci rəqəmini bu götürəndən sonra, ikinci rəqəmini götürəndə çölə çıxacaq, 2 rəqəmli qalacaq. Bu s də gərək orada 10'a belə vursa düz gəlmir. Deməli, 4 rəqəmliymiş. Və məntiqlə bir dənə fikirləş. 3 rəqəmli bir ədəd olsa, m burada 2 rəqəmi götürəndən sonra 2 rəqəmli ədəd bundan böyükdür. Yəni 2 dəfə giriş eləyəndə bu da 2 qalır. Bir dənə rəqəmi, yəni burada 2 rəqəmli bir ədəd var, üstə gəlmiş. Bir rəqəmli bir şeyi təzədən 2-yə vur, 3-ə vur, nəyə vurursan vur, bu gəlib 3 rəqəmli eləmir. Deməli, ən kiçiyi götürmək üçün 4 rəqəmlini götürməyə məcburam. İndi burada da belə bir dənə şey var. Əgər mən 4 rəqəmli bir ədəd götürmüşəmsə, deməli 3 dənə rəqəm götürmüşəm. M üçün 3 dənə rəqəm götürmüşəm, bu dəqiqdir. Çünki 4 dənə rəqəm götürə bilmərəm, 3 dənə rəqəm götürmüşəm. Deməli, bu 600 ilə başlayıbsa, bunun versiyaların üstü o qədər də çox deyil. Ya, axırıncı rəqəmə baxmaqdan deyirəm mən sizə burada ki, lap 9 olmuş olsaydı 180 falan eləmiş olardı. 9'u burada saxlamış olsaydıq 180 falan eləmiş olacaqdı. Amma birinci rəqəmi böyüdəcəyik onda. Yəni mənə ən kiçik ədəd lazımdır deyə bu birinci rəqəmi minimum saxlamalıyam. Bu da 600'lər deyə birinci bu da 6 verəndə simmetrik bir vəziyyət yaratmağa çalışırıq ki, buranı götürə bilək. Deməli, n-in özündə biz 6'nı saxlayacağıq, kəsə-kəsə geçsək. Çünki bizi simmetrik vəziyyət qurmağa çalışırıq burada. Deyək ki, burada hansısa rəqəm var, bu ondan böyük. Məsələn, bu 1 olsa, bu 2 olsa, yenidən giriş eləyəcək. Biz bunu 3 rəqəmliyə gətirə bilirik. Birincini götürdük, ikincini götürdük, sonra üçüncünü də götürməyə girəcək. Aydındır fikrim. Deməli, əgər bu 6 olmuş olsaydı, bir dəfə, 2 dəfə, 3 dəfə giriş eləyəcəkdik bura. 3 dəfə giriş eləyəndə bunun özü 1-dən başlamış deyə 4 dəyəri ilə çıxacaqdı S sona. Onda belə çıxır ki, m dəyərim sonda nə etsə də üstə gəlinmiş. Bizdə 4 vurmuş, burada 6'nı saxlasaydıq 6 olacaqdı. Oradan alacağımız 647 olacaqdı. Onda m dəyərimin 647-dən 24'ü çıxanda burada 3, burada 2, 6 qalacaq. Və m tərsdən rəqəmləri götürdü ya, burada 2, 3 yazanda görəm həqiqətən ödəyir. Həqiqətən ödəyir ha, bu bayaqdan danışdığımız söhbəti. Sual qutarır. Yəni, bəsit bir şeydir əslində. Bunun neçə nəfər düz yazmışdı, heç yadımda deyil. Sonra bu sual da çox bəsitdir. Məsələn, MİQə getmiş sualı. Kimsə deyirsə ki, belə sual heç yana düşməz. Azərbaycanda müəllimlərin işə qəbul imtahanına gedib. Orada gedən suallardan abituriyentdəki sualları fırladıb salırlar. Oradakı sualları fırladıb abituriyentə salırlar. Sadəcə şərt biraz fərqlidir. Mən daha yaxşı düzəltdim şərti mənə elə gəlir ki, ruslardan götürmüşlər, düzgün tərcümə edilməmişdi. Mənim də oxşar sualım var idi təxmin olaraq. İndi baxın, deyir ki, X təpəsi neçə dövrədə iştirak edir? Dövrə nədir? Birinci onu başa düşək. Deyək ki, bir dənə təpə var. Buradan belə gəldi, buradan belə gəldi, bu belə. Yəni, X təpəsi burada varsa, Allah buna deyək A təpəsi, buna da deyək B təpəsi. Yəni, mən bu dövrəni A-dan başlayıb B-yə, oradan X-ə, oradan A-ya qaytarmaqla durub X-də başlayıb A-ya getdim, oradan B-yə getdim, oradan X-ə gətirdim deməyə arasında bir fərq yoxdur. Onda mən sualı əslində belə dərk edə bilərəm ki, neçə dənə yol var ki, yəni düzgün deyil belə ifadə eləmək, amma elə düşünmək olar. X-də başlayıb X-də qutarır. Çox maraqlı bir situasiyadır bu. X-də başlayıb X-də qutaran neçə dənə yol var. Əla. Onda X-də başlayıb X-də qutarsa, burada da bir dənə çəlişkili məqam əmələ gəlir ki, buradan gedən yolların içərisində getdiyim yoldan bir də bura qayıdan var. İndi bir dənə söhbət var ki, mən buradan gəlib təzədən belə gedib saya bilərəmmi? Yol da təpə-təkrar ola bilməz, onu yadda saxlayırıq. Ümumiyyətcə, ona görə bayaqdan yol demirəm də, buna X təpəsi təkrarlanacaq. Dövrənin içərisində təpə-təkrar olunur. Əgər ki, mən bu təpəyə necəsə belə gəlmiş olsaydım, mən fərz edirdim ki, bu yollardan, ya bu yoldan istifadə eləmişəm. İstifadə eləmiş olsaydım, bura gəlsəydim, buradan gedə biləcəyim yerdə buna qayıda biləcəyim yolu bağlayacağım. Əgər buradan başlamışdımsa da, burada dirənəcək bağlandı. Burada başlamışdımsa da, burada dirənəcək. Yəni, X-ə qayıda bilmərəm iki vəziyyətdə də. Deməli, onsuz da bu yolu istifadə edə bilməzdim mən. İxtiyari vəziyyətdə o sanki yoxdur. Onda çıxışlar burada olur. Bir burada, bir burada, bir burada.
artıq sual tənzimləyirəm. Çünki bura yoxdur, deməli bu onsuz da mənim başlanğıc səviyyəm. Buradan belə gəldim. Burada 2-dir, bu 3-dür, 3 burdadır, 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 6 burdadır. Bir dəqiqə. Burada da bizdə 9 var. Avtomatik olaraq cavab 15-dir. Rahat bir sualdır. Bir də analiz eləyirsən, sual bitir. Davamına baxaq. Ay Allah, Səadət yazıb ki, şeydir, müəllim, ikinci sınağın izahına baxaram ki, yaza bilmirəm onu. Can, bunu deyir. Python ilə yazılmış proqramın nəticəsini tapın. İmtahanda uğurlar sizə, heç uğurlu bir dənə sınaq deyiləm. Motivasiya qıran bir şeydir. Buradan nə edə bilərəm mən? Məsələ budur. K-nın içərisində R var. Mənim içəridə də göstərdiyim budur. Deyirəm ki, find A-nı tap. Yəni A-nı tapdığım vəziyyətdə bu nədirsə də R-in sayını onun üstünə gələcəm, indeksi verəcəm. Yoxsa burada bir dənə idi ya, K-da bu R idi. A-dan sonraki bu H-da H-ı götür. Yoxsa splitdə başa düşürsə vəziyyətlədir. Yəni birinci bunların hər biri ilə bir dəfə giriş eləyəcəm. Davamında nə baş verəcək? Mən ikinci dəfə bununla giriş eləyəndə A-nın yerini tapıram. Burada yenə R bir dənədir deyə bunu əlavə eləyəndə 2 dənə R-im var. Sonra bunun içərisində A yox deyə -1 eləyir. R bizdə 2 dənədir. 2-ni gətirəndə -1-in üstünə 2-ni gələndə bizdə müsbət 1 eləyir. Oradakı i-ni qaytarır. Burada da bizdə təzədən -1, 2-ni gələndə müsbət 1. Bunu gətirdik bura. Bundan çıxdıq. Mənə deyir ki, bunun dalına bir dənə də i artıb. Bu belədir. Sonra mənə deyir ki, iləri ləğv elə oradan. İlər getdi. Sonra mənə deyir ki, burada neçə element qaldı? 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə. Bu da sadə bir sualdır. Neçə dəqiqə? 56 dəqiqə. Can. A replace tam не нужен. Harda? Burada. Niyə? Çünki heç nə şey eləməmisiniz. Düz deyirsən. Düzdür. Cavab 6-dır. Özümə salmış gəlmə. Düzdür. Bunu da şeyə görə yazmışdım. Kodu yazanda uşaqlar eləyirlər. Sən denən. Listin metodlarını bərabərliyinə yazırlar. Stringin metodlarını bərabərliyinə yazırlar. Uşaqlar, bu düz deyir. Məsələ nədədir? K-ya bərabər eləməmişik deyə K-ya təsir eləməyib. Yəni siz sadəcə deyirsiniz ki, bunun i-siz variantını burada saxlama. O i-siz variant K-nın içərisinə getmir. Bax, gözlüyüm burada göstərim. Çox qəşəng bir detaldır həqiqətən. Bax, məsələn, A bərabərdir 1, 2, 3 eləyək bunu. Oradan 1, 1, 1, 2 eləyək. Mən əgər desəm ki, A nöqtə replace 1 çox qəşəng bir detal deyir. İmtahana gedərmi? Gedər. Bal kimi də gedər. Siz elə bilirsiniz ki, A-da nəsə dəyişmir, A-da heç nə dəyişmir. Çünki mən A bərabər də yazmamışam deyə stringin metodları yeni bir şey qaytarır, içərisini dəyişdirmir. Cavab 6-dır. Bu maraqlı bir şeydir bu. Burada nə var idi? Bir dənə yadıma salın. Deməli, bu var bizdə. Giriş olacaq. Tamam. Bir dənə şey diqqət yetirək ki, burada D üstə gəlmiş 5 çıxılmışdı, onsuz da 5-i qaytarır. Yəni, məndə nə olur da olsun, G funksiyasının işləndiyi yerin cavabı nə verirsən ver, 5 qaytarmalı. Bu da gələndə, yəni bunların olmağı nasıl olmayaraq, bunlar 5-dir, o da 15 edir, bitdi. Bəsit bir şeydir bu. İkimizin sual olsa qeyd eləyər. Sonrasında bizdə nə var? Faylın tam adı aşağıdakı kimidir. Uyğunluğu müəyyən edin. Faylın tip deyəndə budur, bu sonuncusu. Faylın uzantısıdır tip, tamam mı? Faylın növü falan filan o biraz başqa şeylərdir. Məsələn, musiki yazılıb, kimsə ola bilər musikini götürsün, düzgün bir şey deyil. Bu ad, faylın tipi budur. Hətta belə də göstərə bilərəm ki, mən sizə. Məsələn, atıram, documents. Burada nəsə bir dokumentim var, mən bilməm. Məsələn, buna gəlib baxsaq, görəsiniz ki, file type, shell script, ps1. Yəni, buna uyğun olaraq onu oxuyur. Yəni, bunun adını mən dəyişsəm, o başqa cür onu oxuyacaq sadəcə olaraq. Yəni, sonluğu oxuyur, başqa heç nəyi oxumur. Type-a baxsaq, type hissəsində, sadəcə olaraq buna Windows Shell Script deyib deyilə oxuyur. Download hissəsi məndə boşdur, Pictures məndə boşdur, Camera Roll, məncə bunlar boşdurlar, yəni göstərməyəcəm onu. Sən burada başqa bir fayl var mı? Tanımadığı bir tip qoymağa çalışın. Məsələn, lastı götürək burada. Guys, bir dəqiqə. App Store Installer. Məsələn, belə bir şey olsun. Göz ki,
Bunun adı yoxdur hələ sistemdə. MS Store-un adı yoxdur. Sadəcə olaraq bunu götür. MSX files. Məsələn, bunu yəqin ki işlətməyəcəm bundan sonra. Məsələn, bunu MS eləyəm. Belə bir fayl tipi varmı heç onda bilmirəm. MS eləyəndən sonra MS fayl oldu. Sırf ad yazmır. Ya buna uyğun oxuyur, ifadə edə bilirəm. Buraya götürüb məsələn Kamran yazın fayl type-a. Məsələn, bunu belə götürək. Kamran. Ya burada götürür ki, Kamran fayl type-ya belə bir şey yazın. İzah eləyə bilirəm nə demək istəyirəm. Yəni fayl tipi dediyiniz şey sizin uzantınız, başqa heç bir şey deyil orada. Götürüb musiqi deyilən videodur. Bunlar faylın növüdür, tipi deyil. Sonra faylın yerləşdiyi qovluq bizdə tempdir, buradan görünür. Onsuz da bizdə diskdə bizdə sayıdadır, buradan görünür. Bitdi getdi, yəni bu qədər bəsit deyil bunlar. Əsas gərək kodlaşdırma hissəsinə. Kod sualları məncə daha asandır, nəinki Dimin özünün verdiyi suallar hətta. Məsələn, bu suallarda bir dənə şeyə fikir verin, o da bitəcək. Yanlış ixtiyari naturallardan seçdiyi qalıq sistemində ən kiçik natural tərsi ilə tanış oldu. Ümumiyyətlə, olimpiyat sualı işləyən var burada. Bana çeşitləmsən olimpiyat suallarını. Burada sən varım ki. Baxın. Olimpiyat suallarında bunu eləyirik biz. Resiptikalı vururuq. Məsələn də, burada sonra yazırıq ki, mod. Məsələn, deyək, B-də bu bərabər olmalıdır 1-ə. Yəni, bu resiptikalda bunu götürməliyik biz. Normalda deyirlər ki, məsələn, 3-ü götürək, 1 bölüm 3-sə. Bu, onun normal resiptikaldır, amma burada biraz fərqlidir. Ona nə görə eləmək olar? Əslən alın, heç Əbubəkir tapmağa ehtiyac yoxdur orada. Sadəcə olaraq o çıxan nəticəni verirəm. Niyə deyirəm mən sizə? Məsəl üçün deyirəm, 2 ədədin əbubu əgər 1 deyilsə, onların əbubu neçədirsə də qalıq həmişə onun misli çıxır. Və məsələn, atıram, 6 ilə 9-a baxın. 6-nı nəyə vurursunuz vuruna? Nəyə vurursunuz vuruna? İstəyirsiniz baxaq. 1-ə vuranda qalığı 6-dır. 2-yə vuranda 12 qalığı 3-dür. 3-ə vuranda 18 qalıq 0-dır. 4-ə vuranda 24 qalıq 6-dır. 5-ə vuranda bizdə 30 qalıq 3-dür. 6-ya vuranda 36 qalıq 0-dır. 7-yə vuranda 42 qalıq təzədən neçə eləyir? 42, 42, 42, 42, 42, 42, 42-nin 9-a qalığı neçə eləyir? 6. Sonra bizdə 7-yə vurdum. 8-ə vuranda neçə eləyib? 48 qalığı 3-dür. Bir fikir verin, elə bir ki, bir vəziyyət hiss eləyirsiniz, demək istəyirəm. Bu 0 gələcək, belə-belə gəlir. Yəni, onsuz da 3-ün qatları əmələ gələcək. Yəni, 9-a çatmayan 3-ün qatlarını qalıqlarda görə bilərik. Çünki bunların əbobudur. Yəni, bu qarşılıq sayda olması, onsuz da qalıq 1 çıxıbsa, qarşılıq sayda olması, onsuz da bu nəticədir. Bunu ixtiyari vəziyyətdə də eləyə bilər. Çünki bölünmədə qalıqlar prinsipi işləyir. Yəni, əbobu hesablamağa ehtiyac yoxdur sualda. Sadəcə əlavə məlumat vermişəm. Məlumdur ki, bu olarsa, bunu da niyə yazmışdım? Şərtdə verilən hər şey hiss eləmək məcburiyyətində deyilsə, onu dərk edin. Sadəcə həll eləmək yetir. Yəni, sizin əslinə qalanda, yəni, sualı bu qədər bəsit həll eləmək olur. A ədədi daxil edirik. Int, input. B ədədi daxil edirəm. Int, input. Məsələn, mən əbob sözünü yazmasam, siz bunu rahat yazarsınız. Əbob yazdı, beyin getdi ora. Hansı sənə deyirəm, yaxşı hissəyə götürək bunu. Bunu mənfi 1 deyirəm. Bir də bir şey var. Bir ədədi təzdən, yəni qalıqlar bizə dövrə daxil, qrupda da onu deyirdim. Say sistemini normal bilən adam bunu havada tutardı. Qalıqlar bizə dövrə ilə gedirdi. Onsuz da sən bir ədədi dövrə ilə vurasın. İfadə edə bilirəm nə demək istəyirəm. Və məsələn deyirəm, 6-nı 1-ə vurmaqla, yəni 9-a qalıqda söhbət gedir. Götürüb 10-a vurmaq arasında bir fərq yoxdur. Eyni qalıq alacaq. Çünki bunun özü belə olur. 6 vurmuş 9 üstə gəlmiş, 6 vurmuş 1. Onsuz da bunun qalığı 0-dır deyə buradan gələn qalıq qalacaq. Yəni sən 9-un qatlarına getdikcə, 9-un qatlarına getdikcə, yəni nəyəsə qatlarına getdikcə eyni şeyi alacaqsan. Və onsuz da bilirik ki, 6 vurmuş 9-un 9-a qalığı onsuz da 0-dır. Yəni biz bunu rahatlıqla belə bilərik. Bunu niyə mənfi 1-dən götürdüm, onu da izah edəcəm. For i in range. Yəni mən bunu 1-dən götürsəm və sonuncusunu B-də götürsəm, sual həll olur. Çünki burada bir dənə söhbət var ki, B-nin özünün 1-ə bərabər olduğu vəziyyətdə 1-i nəyə, yəni natural ədəd də vurmada alınanlar. Onu da təzədən 1-ə böləndə həmişə 0 alınacaq deyə, onsuz da əbobla eləyənlərin çoxsunun gözündən qaçırdığı məqam budur ki, B-nin 1 olduğu vəziyyətə əlavə yoxlamayıb. Onsuz da belə bir sual qəbulu getsə, çoxsu yazmayıb deyə şərtə də qoymazlar da. Ümumi olaraq qeyd edirəm ki, meyara yəqin yazarlar ki, diqqətdən qaçıbsa, nə bilim, belə bir şey qeyd edirlər. Amma burada biz 1-i gözdən qaçırmırıq. Çünki 1-ə giriş eləyə bilməyəcəyik də mənfi 1 qalacaq burada. Burada mənim elədiyim budur. If
A-nın i-yə hasilinin b-yə qalığı eyniliklə bizdə 1-ə bərabərdirsə də, c bərabərdir. Yəni, əgər ki, onda nə olacaq? Hasili 1-ə bərabər olacaq, ən kiçik dəyəri tapmaq lazımdır. Burada bir break də vermək olar əslində qalanda. Bunu deyək ki, bunu i-ni götürdük, break verdik burada. Elə belə göstərəm onu. Buradan print eləyəcəyik səni. Çünki ən kiçik niyə deyirəm? Ola bilər ki, bu təkrarlı vəziyyətdə geçsin. Məsələn, bir dənə vəziyyəti ifadə edək. Deyək ki, 2 ilə 5-i götürün. 2 ilə 5 olsa, onsuz da bilirəm 1-dən başlayacaq da. 2-ni 1-ə vuran neçə eləyir? 2. Qalığı 2 eləyir. 3-ə vuranda 1 eləyəcək. Yəni, əslində qalanda buradan 3 çıxmalıdır. Sonra 4-ə vuranda 8, qalığı neçə eləyir? 3 eləyir. Sonra 5-ə vurmayacaq. Onsuz da ki, fikir verirsiniz, heç break-ə ehtiyac olmur normalda. Çünki o qalığı 1 alması normal şərtlərdə çox vaxt onsuz dövrün sonunda olur. Ola bilər ki, çox belə situasiya qarışıqdır. Bir neçə yerdə də çıxa bilər. Ehtimal var. Mümkündür. Buradan break verir. Yaxşı, kimsə deyə bilər ki, Kamran, break vermədən bunu nə cür eləyə bilərsən? Bu maraqlı bir sualdır. Maraqlı bir sualdır. Bunu ancaq belə eləyə bilərik biz. Çox maraqlı bir sualdır. Break vermədən bunu nə cür eləyə bilərsiniz? Onu da çox sadə bir yolla deyə bilərəm ki, məsələn, onsuz da mənfi 1-də deyil idimi? And C bərabərdir mənfi 1. Bu artıq onun suspenderidir. C bərabərdir. İkinci dəfə girməyəcək. Hansınız nağla gəlmişdi? Onsuz da onun o nəticədir. Bu 1-ə bərabər olması. Onsuz da belə bir şey varsa, onsuz da bu 1-ə bərabərdir. Onsuz da 1-ə bərabər deyilsə, sən mümkün deyil qalıqda 1 alasan. İmkansız bir şeydir. Bu dövrə bitəcək, elə 1-lə də çıxacaq çölə. Buyur. Bankçı, mənasız şeylər yoxlamısan, razısan? Da. Sualın altında çox böyük mənalar yatır. Yəni, mən onu göstərməyə çalışdığım buydu ki, sizə də sual düşəcək imtihana. Baxasan ki, şişirdirsən, axı 5 nə yoxdur. Fıstır. Belə də baxmaq olardı. Lap deyək, o cür yanaşmağa çalışıb kimsə. Def, nə bilim, F, AB kimi baxın buna. AB. Sual fıs kimi gəldi, getdi. Burada da məsələn, A bərabərdir int, input. Belə də yanaşma olardı. Deyək ki, belə getdi. B bərabərdir int, input. Onsuz da bizə nə lazımdır? Əgər 1-ə bərabərdirsə də hərəkət eləməliyik də, düzdür. İndi buradan belə bir şey eləyə bilərdik. Əbobun tapılması üçün sürətli metodlardan biri budur. Ən sürətli metodlardan biri budur. For, i, in, range. Məsləhət görən belə də yazım geçsin. 1-dən başlayın. A üstə gəlmiş bir, hər hansı birinə qədər fərq eləmir. Onun özü də olmuş ola bilər. Ədədin özü olmuş ola bilər. Məsələn, 6 ilə 12-də əbu belə 6-nın özüdür. Burada biz deyirik, if A bizdə. Onsuz da ən azı 1-i götürəcəkdir. O da problem yoxdur. Ən azı 1-i götürəcək. A bizdə B-dirsə də, A bizdə üz üstə. AI bizdə eynilik ilə bərabərdir B-yə. O da bizdə eynilik ilə bərabərsə 0-a. Burada indi bir dənə şərt yoxlayacaq, ondan sonra gedərik. İndi burada içəriyə girəndə bir dənə əlavə şərt qoyacağım mən. Onsuz da ki, əbobu budursa da, əbobu budursa da. Və. Onsuz da biri deyək ki, gözdən qaçırmışıq. Birdən xəbərimiz yoxdur. O bir detalı gözdən qaçıb. Bu budursa da, biz buradan onsuz da şeyi götürə bilirik. C bərabərdir, i-ni götürə bilirik. Düzdür? C bərabərdir, i-ni götürə bilirik. Bu bizə əbobun hesablanması sürətlidir. Əgər əkobu hesablamaq istəsəz, sadəcə belə eləyə bilərsiniz. Eyni şey alınacaq. Yəni, əkobu hesablamaq üçün sürətli bir metoddur. 3-5 dənə kod yadda saxlamağa ehtiyac yox. İndi gəlirik bura. Bunu eləyəndən sonra bizə lazım olan detal nədir? Bizə lazım olan detal budur. Əgər ki, if məndə C bərabərdirsə 1-ə bərabərdirsə, mənim içəridə işlədiyim budur. While məndə A hasil C, C-nin o sözü 1-ə bərabərdir, dövr elə C ilə başladı. Bu B fərqlidirsə məndə 1-dən, C-ni 1 vaid artacaq. Breaksiz falan gedən bir şeydir. Burada deyəsən mənim əlavə bir dənə sətrə ehtiyacım olacaq. Gözə yarı hesablayıb yazmışdım olsun. Və bu buradadır. Sonda burada return onsuz da orada C-ni qaytaracaq.
Burada əlavədə burada return-də onsuz da o deyilsə if-də avtomatik olaraq -1-i qaytarır. Bir dənə söhbətə fikir verək. Burada xəta payı nədir? Əgər ki A1 olmuş olsa xəta olacaqmı? Bir dənə fikirləşin. Olmayacaq. Birdən giriş eləyəcək, bir bütün ədədləri bölə bilir deyə bu 1 qalacaq. 1 qalandan sonra yəni B1 olsa idi deyək də, B-nin 1 olma halından söhbət gedir burada. B1 olsaydı avtomatik olaraq, yəni deyək ki bu bitməyəcək. Son bir dəqiqə bu gələcək, bunu götürəcək, elə 1-in özünü qaytaracaq. Bu xətalı bir şeydir əslində qalanda. Burada print, yəni çox uzun yazdığı şey də budur. F, A, B. Mən niyə bunu həmişə nöqtə virgül yazıram? Bu çox xətalı bir şeydir əslində qalanda. Bu olsun. Çünki if-ə girməyibsə, return-də dayanır, if-dən bura düşəcək avtomatik olaraq. Orada qutarırsan. Belə bir yanaşma da eləmək olardı. Qəliz deyil təbii ki. Amma sətir sayı da məsələsi deyil. 2, 4, 6, 8, 10, 12. Yəni boş şeydir 12 sətir. Qəbul sualları var ki, özlərinin verdikləri həllər 15-20 sətir. Həqiqətən 20 sınağın arxasına kəllərə bax, mənasız uzundurlar bəziləri. Buyur, Banuçi. Və ilk yazdığınızı göstərin. Gözlə. Gözlə. A riskopkada olmalıdır. Soldan sağa işləyir axı. Onsuz da birinci vurmanı işləyəcək. Bax, biz məsələn belə bir şey eləsək, 8 vurulmuş 2, ya da belə deyil, 4. Bunu 2 eləsək, bu 0-a vurma deyil axı. Tamam, burada cavab 0 eləyəcək, o ayrıdır. Yazda ikisində də eyni şey çıxır da 2. Tamam, bunu 3 mi eləyir? Bu cavab eyni çıxır, ona görə biraz problem. Məsələn, bu belə olsaydı 1-ə vurma deyil də cavab 8 çıxır ki, birinci bunu işləyir. Onsuz soldan sağa prinsipini işləyir. Bunu buna vuracaq, 32-nə vuracaq, cavab 2 çıxacaq. Aydın da? Bu vroca 4-8-dən -1 çıxarmamalıdır. Bir dəqiqə, təzdən. 4-8-də bu neçə çıxarır? 7 çıxarır. Bu mənim kodum. Ha. Onu yazaq da 4-8-də. Əllə də yoxlaya bilərik. Məncə fərq eləmir. 4-8 olsa qarşılıqlı sadədir. Birincini 4 daxil eləməliyik də. Biz elə deyirsən. Bu da 8 olsun. Yox, çıxarmır ya da. Yox, çıxara bilməz axı. Məntiqlə bir dənə düşün. 4-8 olsa idi, əgər ki, bunların mümkün deyil. Çünki bir verə bilməz. Yenə deyirəm ki, qalıqda təkrarlanır. Yəni, sən bu ədədi nəyə vurursan vur, bunların əbubu nədirsə də qalıq onun qatıdır. Həmişə elədir. İfadə eləyə bilirəm. Sən gələn yoxlayaq. 1-ə vuranda qalığı 4-dür, 2-ə vuranda 0-dır, 3-ə vuranda neçə eləyir? 12 qalıq 4-dür, 4-ə vuranda 0-dır. Bu görsən nə demək istəyirəm? Yəni 8-i aşmayan 4-ün qatları yaranacaq orada. 0, 4. Yəni burada təbii ki, mənfi olmayan qatlarından danışır. Bu çox belə necə deyim, ağla gələn bir şeydir əslində. Məncə şərti oxuyanda ağla gəlir. Gəlməmişdir. Gəlir məncə. Çox şirin bir həldir, rahat bir həldir. Rıza, sənin ağla gələrdi, yerlisən sən məndən. Bəlkə. Bəlkə. Torpaqdan hər cür insan çıxır, hə? Gəldik. Teach nədir? Müəllimdir. Teacher müəllimədir. Hə, qaqa? Bəli. Məhəmməd daxil edilən sətrin kodlaşdırıla biləcəyi ən kiçik Məhəmməd dayımın nəvəsidir bu arada. Buradan salam göndərirəm. Düzdəli 5-6 ili var bu salam başa düşməyinə. Hələ ki 2 yaşındadır. Kiçik əlifbanın ölçüsünü hesablamaq üçün Python kodunu yazmaq qərarına gəlir. Məlumdur ki, əlifbada simvol təkrarı ola bilməz və ölçü tam baytlar ifadə olunur. Bunu addım-addım gedib eləmək olar, ya çətin bir şey deyil. Məsələn, S sətri götürmək olar. Input. Mənim sizdən qəribə gəldi. Bu yuxarıdakı sual yox idi, Elnur sualı. O da xalam oldu bu arada. Deməli, götürüb bu suala şikayət eləsə deyərəm nəysə də, bu da baş işlətmək lazımdır.
O suala deyir ki, onu yazmaq olar, nə bilim nə. Qardaş, onu 5 cür, 6 cür, 7 cür, 8 cür yox. Hər şagird yeni bir həll atıb az qala. Hamı həll atıb ona az qala. Bir dənə də uzatmayın. Atdıqdan sonra müəllim. Prosta sualın həlli şərtən başa düşməmişdim. Amma görsən, yəni tamdır şərt hətta, tamdır. Ya alışmadığımız olduğu üçün biraz qəribə gəldi, nə bilim. Elə şeylər gözləmir, mən gələcəkdə çıxsın. Bizdə mənfi birdən bir dəqiqə, mənfi də bərabərdirsə daha doğrusu. Yəni deyirəm ki, burada əgər bunun içində tapmamışsa, not inlə də yaza bilərsən şey. Hansı bərabərdir, hansı üstə gəlmişik. İndi elədiyimiz nədir? Bir də ona baş düşməyə çalışaq, ondan sonra gələk. Bu dəqiqənin içindən fərqli simvol var, onu tapırıq. Yəni onu təbii setlə də eləyə bilərik, line-ı çıxardacaq onu stopurdan. İndi fərqli simvol sayını tapandan sonra, bizə lazım olan dəyər nədir? Sən qrupa tıxlayıb bir sual var, onu da birazdan burada dəyərləndirməyə çalışarıq. Atan şəxsin özü hardadır? Mən bilmirəm. Sən atdığı sual nə idi bir dəqiqə? Gözlüyün göstərmə ondur. Amma buradadır, burada biraz aləm deyib. Aslında burada fikir verin, cell function-dan istifadə olunur. Məntiq eynidir axıda. Birə-bir məntiq eynidir. Amma nə olacaq? Məsələn, mən burada birinci bitin özünü tam tutmağa çalışım ki, neçə dənə mənə bit lazımdır. Gəlin bunu elə hesablamağa çalışaq. Belə bir dənə söhbət var ki, loqaritmlə götürməyə çalışsa, çox adam onsları götürməyə çalışır ki, deyək ki, k bərabərdir 0 kimi baxmağa çalışaq burada. Və Allah bunu len-lə götürməyə çalışaq ki, yəni 2 vurulmuş k üstə gəlmiş 1 kimi mi deyək, nə deyək onu? Yəni, işte, belə deyək onu. While mənim 2 üstündə k dəyərim kiçikdirsə, mənim len ansarına. Tamam mı? Lap bunu 100 dəfə hesablasın ki, mən. Deməli, k bərabərdir k üstə gəlmiş 1. Artıq mən buradan dəyəri tam çıxarıram da, ifadə edə bilirəm. Məsələn, burada 10-dur. 10-dursa da avtomatik olaraq 2 üstündə 3-dən 2 üstündə 4-ə gələcək. 4-ü tapacaq burada. İndi bizə lazımdır ki, bu 4-ü 1-ə gətirək. Onu nə cür eləyəcəyik? 4-ü 1-ə gətirək. Biz deyirik ki, if bizim bu k dəyərimiz əgər ki 8-ə tam bölünürsə, hətta gəlin bunu belə eləyək. Ondan sonra 2 üstü cover 8 yazın da. Yox, yavaş-yavaş gətirirəm də elə. Addım-addım da. Deyək ki, 0 bir adam hesablayıb da bunu. Tamam. Evet. 8. İndi əgər ki, if mənim bu k dəyərim bu fərqlidirsə də 0-dan, avtomatik olaraq bu nə demək? Məsələn, bunu mən hesablayanda burada 0 aldım. Qalğı 0 deyilsə, yəni tam bölünməyib da bu. Deməli, bir dənə artmalıdır da bu. Düzdür. Printer. Sadədir. 2, 4, 6, 8, 10, 12. 12 sətr işlən, yəni qəbul üçün normal. Eləmək olarmış mı? Olarmış da. Sonra başqa cür də eləmək olardı əslində qalanda cell function-da. Məsələn, bu hissəni çox qısaltmaq mümkündür. Ya bu hissəni dəhşətli dərəcədə qısaltmaq mümkündür. Belə deyək ki, burada setlə yaza bilərdiniz siz. Çoxunuz yəqin ki, elə eləmişsiniz. Məsələn, buraları qısaltdıq. Onsuz da ki, bilirsiniz də bu seti nə cür işlədirsiniz. Set. Orada yazdığınız onsuz da burada. Set S. Məsələn, bunu belə elədik. Lap 40 dəfə hesablasın ki, mən onsuz sən birinci yazıb çıxmağa çalışırsın. Bu getdi. Sonra bunu belə eləmək yerinə sənin dediyin kimi də eləmək olardı, düz deyirsən. Onsuz da ki, biz baytlarla gedirik deyə, yəni n bayt işlətmişəmsə də, onsuz da bizdə n vurulmuş 8 bit eləmiş olur. Yəni n vurulmuş 8 bit eləmiş olur. O da avtomatik olaraq 2 üstündə 8 n eləmiş olur. Yəni hansı 2 üstündə 8 n-ə sığışır. Elə də eləmək olardı. Yavaş-yavaş da addım-addım gətirirəm onu. Avtomatik olaraq bunu yazanda biz belə yazacağıq. Mötərizədə olacaq bu artıq ki, bulmuş k. Buradan da print k. Belə. Çətin sual idi səncə? Valla eş nə deyir bu? Həqiqi eş nədir? Tamam, set hissəsini biraz belə uzatma olardı da ki, bu eş nədir sual? Axıda gedən proses, nə bilim, nə. Hətta bunu 256-larla da eləmək olardı. Olsa k-nın artması nə demək? Məsələn, 2 üstündə 8k var, bir də 2 üstündə 8k üstə gəlmiş 1 var. Əslən bu nə deməkdir? 8 olmuş 2 üstündə 8k.
Yəni köhnə dəyər nə idisə də bunu 256-ya vururam da. 256-ya vura-vura gedə bilərdim mən bunu. Məsələn, A dəyərini buna saxlayardım. Məsələn, 1-ə bərabər eləyərdim. 256-ya vurardım, vura-vura gedərdim. Neçə vurmuşam onu da çıxardardım ora. Bəlkə səhv deyirəm. Gəldik bura. Əgər natural ədəd rəqəmləri cəminə tam bölünürsə, məsələn bu suala qayıdaq. Bu sualı nə cür eləmək olardı? Məsələn, fərqli bir yaxınlaşma ilə mi, yoxsa görüntü etibarı ilə? Yəni məntiq olaraq əslində yaxın suallardır. Məntiq olaraq yaxın, yəni bu iki sual çox yaxındır məntiq olaraq. Sadəcə olaraq Azərbaycanda abituriyent iki sualı əlaqələndirə bilmir. Bir də buna baxın, deyir ki, endirim tətbiq edilirlər zaman bəzi hallarda falan filan bunlar getdi. Yəni bunu sale-la işləmək lazımdır mütləq etibarən. Bayaq yazdığım sadəcə faiz şərhəsini götürəcəyik, bitdi getdi. 10% endirim edilərsə, endirim budur. Proqram elə məhsulun qiyməti və endirim faizi. Yəni belə çıxır ki, A dəyəri var. Biz bu dəqiqə bilmirik ya, bunda float yazın getsin. Bilmirsiniz ki, bu nədir. Məsələn belə bir sual görsəz. Mənim xəbərim yoxdur suallardan. Buna məsələn float yazdım. Bu da input olsun. İndi bu endirimi həyata keçirəndə endirimli qiymət nə deməkdir? Yəni A bərabərdir A çıxılmış, uzun-uzun yazıram mən sizə. A vurulmuş B bölünmüş 100. Razıyıq? Yəni belə bir şey. Daxil edildikdən sonra qiymət alınsın. Əgər endirimdən sonra qiymət tam ədəd olarsa, bu da problem partladığı yerlər var, onu da mən sizə qeyd edeyim. Danışmaq istəyən danışasınız. Və problem partladığı yerlər var, onlar da nədir? Danışmaq istəyən deyən kimi qaçırlar. Bax uşaqlar, onsuz da bildiyiniz nüanslar var da, bəzi nüanslar var. Məsələn, atıram, bu 38-ə 10 girəndə belə olacaq, onu da bir Allahın bəndəsi başdan bilmir, onu deyim sizə. Məsələn, bu belə çıxdı. Deyək, 11% olmuş olsaydı, vəziyyət nə olacaqdı? Bir dəqiqə, 11% olsaydı. Ya, hələ ki, düz gəlir, problemimiz yoxdur. Çünki 100-ə bölmə elədiyimə görə o qədər xətalı bir şey almıram. 100-ə bölmələrdə mən sizə o vaxtda göstərmişdim ki, xəta, yəni onun üstündə neçəyəsə də bölürsə də nöqtə sürüşür edir, xətalı bir şey almırsınız. Çıxmada ola bilər ki, xətalı bir şey alaq. Məsələn, bir dənə yoxlamağa çalışım. 0.1-i çıxdım, 2-ni çıxdım, 3-ü çıxdım, 4-ü çıxdım. Bir dəqiqə baxaq görə, haradasa bir xəta verəcəyim burada. 5-i çıxdım, 6-nı çıxdım. 61-də zətdə xəta verərəm, onu bir dənə yoxlayaq. Yox, buralarda önünəcə bu rahat getdi. Nəysə, amma arada xəta verə bilər, yəni mümkün ehtimaldır. Məsələn, belə bir şey çıxmış olsa. Deyək ki, belə çıxır ki, dəyərimiz atıram 100 manat olsun. 100 manat idi deyək, A dəyərim. Bu 37%, üzrəm, 33% endirim eləmişəm mən bunu. 33% endirim eləyəndə aldığım dəyər nədir? 30% endirimdə nə olmalıdır? Məsələn, 100 manatlıq bir şey var. Bir dəqiqə, 1 manatlıq bir şey olsun, yaxşı, 1 manatlıq bir şey olsun. 33% endirimdə bunu almışam da. Tamam. Sonra birdən yox, 67% endirim eləyim, daha doğrusu. Hə, 67% endirim eləyim, elə belə olsun. 67% endirim eləsəm mən burada bunu almalıyam. Aslında alıramsa alım yuxarıya tamamlayacağım. Yox, o qədər də problem deyil onda. Nəsə başqa mənim qoyum. Deməli, burada bulduzumu qoyum. Bunu eləyəndən sonra bizə lazım olan budur. Onsuz da tam olub olmadığını belə rahat yoxlaya bilirsiniz. 1-ə qalıqla. Bu 0-dırsa, yəni üz üstə, 0-dan fərqlidirsə, daha doğrusu, onda eləyəcəyimiz dəyərləndirmə bu olacaq ki, A bərabər A üstə gəlmiş 1, bu da print int A. Niyə deyirəm? Məsələn, 34-ün özüdürsə də, tamam, 34 kimi çıxar. Amma 34 deyilsə, bu məsələn, 34.2-dirsə də, 35.2 ilə onsuz da təzədən onu çıxar. Bir dəfə əməliyyatı icra edirsən. Çox sadə bir şeydir, rahat bir şeydir. Zamat da gəlib gedir eləcə. Sonuncu suala baxaq. Bizdən tələb olunan budur ki, əgər natural ədəd rəqəmləri cəminə tam bölünsə belə, tamam. Həqiqət ədədləri bu arada var, yəni internetdə də baxa bilərsiniz. Yəni belə yazılır səhv eləmirəmsə. Yəni new numbers var belə bir şey. Bizdə deməli ədəd daxil olunacaq və burada nəyə görə bunu seçmişəm? Ədədin özü sonunda lazım olduğuna görə başdan ədədi qıraqda saxlamaq lazımdır. Məsələn, n bərabərdir, n kimi onu qıraqda saxlamaq lazımdır. Və bunun rəqəmləri cəmini də götürməyə lazımdır deyə bunu belə götürürəm. Onda m-in içərisindən götürəcəm prinsip etibarı ilə. Deyirəm ki, m-in içərisində rəqəm varsa, burada onsuz da ki, kəsr rəqəmi
n bərabərdir m, kəs 10-u. Həmin rəqəmi kəs getsin. Geriyə qalan vəziyyətlərdə s bərabərdir s üstə gəlinmiş. Bir dəqiqə m-dir bu. 10, yəni sonuncu rəqəmini götür oradan. Bu şəkildə gedir. Burada yox qolunda, yəni yoxladığımız bir dənə bu olur ki, bizim n dəyərimiz həqiqətənmi bölünür bizim bu s dəyərimizə? Nə demişdim? Natural ədədin daxil edilən natural ədədin ədədlərə bölünürsə, rəqəmləri cəminə bölünürsə, bu sıfırdırsa da, əgər burada burada da hə yox yazıram. Normalda nə çap olunacaq onu qeyd edirdim mən. Normalda. Sadəcə biraz dim səviyyəsində görünsün deyə bunu yazmadım bu dəfə. Nə bilim, hə yazaq. Burada da yox yazaq geçsin. Bitdi sual. Onda mənim bir dənə variantda problemim çıxdı. Çünki siz nə edirəm? Bax, bu sualda harada ediyor məndə. Mən bunu özdə o qədər diqqətlə yazmışdım, inanarsan. Yəni demək istəyirdim ki, bəzi variantlar dəqiq düzdür, bəzi variantlar ola da bilər, olmaya da bilər. Biz onu yəni dəqiq düz olanları saxlayıb, ola da bilər, olmaya da bilərləri də variantlardan götürə bilərik. Aslında mən belə fikirləşib yazmışdım bunu. Çünki qəşəng bir detal idi əslində. Zibil elədim, qoydum sual. Başqa sualınız var mı bunlarla bağlı? Əli, səsin çıxmadı dostum. 16-cını yenə anlatın. 16 hansıdır? Bu mu? Bax, səndə 1000 dənə rekord var, tamam mı? Okey də 19-a niyə vurursunuz ki? Hər rekord 400 dənə simvoldur. Başa düşdün bunu? Aha. Ümumilikdə bu qədər simvolun var. Bunu da başa düşdün? Da. Bütün simvollar, ya bu simvolların hamısı fayl daxilində təkrarsız. Yəni bunların hamısı unikaldır. 400 min dənə unikal simvol var. Bu şeycə anlaşılmır ki, işte 400 dənə simvol var hamısında. Yox, bu simvolların hamısı fayl daxilində, yazmamışam ki, sətr daxilində. Yəni unikaldır da, yəni 400 in general şeydə 400 dənə şey var. Qapı. Faylın içində necə unikal olacaq ki, burada 400 dənə mən nətər unikal saxlayacağam ki, hər adamın qabağında 400 dənə var. Yox da, elə bil ki 400 dənə in general hərflə nəsə şeylər var, hamısına da paylanıblar. Necə ola bilər fayl daxilində? Deyirəm, hər iştirakçı haqqında məlumat 400 simvoldur. Bu simvolların hamısı fayl daxilində təkrarsızdır. Yəni hər iştirakçı 1000 adamın qabağında nəsə yazılır, amma o yazılan simvol da fayl daxilində təkrarsız. Deməli, birinci adamda yazdığım o simvol ikinci adamda, üçüncü adamda, dördüncü adamda, beşinci adamda işlədə bilməmişəm. O nətər olur onda? Hardan drive elədi şeylər skriptə? Fayl daxilində oxu bunu. Bir faylda saxlanır da hamısı. Başa düşdüm. 400 dənə simvol var çıx. Bax, sən deyirsən ki, ümumi bu qədər simvol var, rastsan. Hə. Sonra yazmışam ki, simvolların hamısı fayl daxilində təkrarsızdır. 400 simvol hamısı da təkrarsızdır da. Elə nətər yaza bilərsən? Bax, 1000 dənə adamı nətər yazarsan? 400 dənə simvolu təkrarlamadan yaz. Fayl daxilində. Bax, birinci adama 400 dənə yazmalısan, yazdın. İkinci adama necə yazarsan? Fayl, əgər sən 400 dənə simvoldan istifadə eləmisənsə, fayl daxilində təkrarlı simvol yazarsan onda. Hamısı bir faylda deyil ki bunların. Bir fayldadır da, mən də onu deyirəm. Hanufşoda 400 dənəsi təkrarsızsa bir faylda. 400 dənə hərfli bir şeydən işlədiblər. Hamısında da yəni dəyişir də bu. Yəni məsələn, yoxsa ciddisən? Doğrudan ciddiyəm. Mən sənə ciddi bir dənə sual verirəm. Bax, rahat bir dənə sual. Bax, fikirləş ki, sənin 400 dənə simvolun var. Birinci adam üçün yazdın. Razısan. Və burada təkrarlı işlən yoxdur. Unikaldır. Razısan. Eyni fayl daxilində, əgər sənin əlifbanda da 400 dənə simvol varsa, necə təzədən 400 dənə simvol yazırsan ikinci adam üçün? İzah eləməm mən. Banuçə, izah elə bunu. Ayda mən axı hatta niyə takşı başa düşülür? Heç yox, bax şərti oxub konkret belə başa düşülür, başqa cür başa düşülmür. Baxın, как-то
400 şeyli bir şeydi. Bax, Simvol. deyirəm ki, hər iştirakçı haqqında məlumat 400-dür. Bax, bir dənə adamın qabağında 400-dən simvol var. Razılaşdıq. Mhm. Sonra deyirəm ki, bu simvolların hamısı fayl daxilində təkrar. Fayl daxilində 1000 dənə adamın hamısı bir faylın içindədir axı. No, Fayl da, daxilində təkrarlı simvol yoxdur. Fayl daxilində hər bir adam üçün 400 simvol işlətmisən. Ümumi sənin faylında 100% 400 min dənə simvol var. Və sən bilirsən ki, faylda təkrarlı simvol yox, 400 min dənə təkrarsız simvol var səndə. Niyə də satmayıb? nəysə şeydən sonra baxaram. Yəni fayl daxilində sən necə tək var? Yaxşı, bunu azaldaq. Bax 5 nəfər eləyək, yaxşı. 5 nəfər. Simvol sayımızı da eləyək 3 dənə. Razısan? Mhm. 1, 2, 3, 4, 5. Və deyək ki, baba buradakı kimi gedəcəyik. Yəni iştirakçı sayını 5-ə salmışıq. Simvol sayını da 3-ə salmışıq. Yaxşı. Bu simvollarımızı nə istəsən denə. 3 dənə simvoldur. ABC deyək, yaxşı. Bu adamın məlumatı olsun A, B, S. Bunlar eyni faylın içindədir axı bu hissə. Razısan? İkinci adam haqqında məlumatı mən nətər yazacağam? Deyirəm, bu simvolların hamısı fayl daxilində təkrarsız. Deməli, mən A-nı bir də yaza bilməyəcəm. B-ni yaza bilməyəcəm, C-ni yaza bilməyəcəm. Və deyirəm ki, hər iştirakçı haqqında məlumat 3 dənə simvoldur. Amma mən bunu 3 dənə simvol qoymalıyam. Nə etməliyəm? Ne zaman belə okey olur. Oturduğun yerinə. Mhm. Все da. Başqa nə sualın var? Yox. Rıza, sənin nə sualın var? Xeyr, mən. Amma Necə? bu 15'in как bu şeyinin решениясын Bir izah eləyim mi? Başa düşmədim mi? da Bax, onsuz da bilirsən ki, 7-6 vəziyyətində cavab var, razısan? yox, orasını da tutmamışam. Baba məntiqlə düşünsən. Əgər bax deyək ki, bu olmasaydı, bax bunu qırağa at. Tamam? Mhm. Bu olmasaydı, sən onsuz da 0 bütün ədədlərə tam bölünür, razısan? 0-ı nə istəsən böl, onsuz da 0 alassan, razısan? Mhm. Yəni birinci rəqəmi götürməkdə çox sərbəstəm mən. Birinci rəqəmi əgər 7 olaraq götürmüş olsaydım, T onsuz da məndə 7-yə dönəcəkdi. Yəni bu 8-ə bölünür də. Bu 7 olanda, 7-nin bölənlərinin içində 7 var axı. Mən burada 7-ni götürə bilmək üçün S-ə 6 verməliyəm, düzdür? Mən burada da 6 versəydim, onsuz da bu 6 tamamlanacaqdı, 13 olacaqdı. Bu da aydındır. Mhm. Все. Mənim onsuz əgər belə olsaydı cavabım var idi, amma yoxdur, təəssüf. İndi davamına baxaq. Məndə əgər ki 7-ni birinci rəqəm kimi götürə bilmirəm, çünki gələn kimi bu da partlayır. Məcburam daha kiçik ədədi götürə bilmək üçün daha böyük rəqəmdən başlayım. Razısan? Aha. Onda 6 ilə başlayıram. Onsuz T-yə mən birinci 6-nı göndərsəm, mənim hələ tamamlamalı olduğum 7 var da cəmdə. Buranı başa düşdün? Mhm. Əla. İndi məndə burada 7 var. 6-nın bölənlərini tapaq. T çünki 6 olub. Bax, 6-nın bölənlərində nə var? 6-dır, 3-dür, 2-dir, 1-dir. Razısan? Ha. S əgər ki üstə gəlmiş 1 ilə gedir, 6-nı tapmaq üçün mən 5, 2, 1 ya da 0 işlətməliyəm də onda S-də. Düzdür? Mhm. Əla. Mən əgər 5-i seçmiş olsaydım, 5-i, 6 və 5-də bu 11 olacaqdı. 11-in onsuz sadə bölənlərini bir özü var, bir də 1 var. Mən özünü götürə bilməyəcəm, çünki S 10 ola bilməz. Yəni 1-i də götürmək üçün burada 0 verməliyəm. Burada 0 əlavə eləmək sonsuz döngü yaradacaq. Yəni sonsuz döngü yoxmu heç cavaba təsir eləmir də. Yəni 11-də ilişib qalacaq. İfadə edə bilirəm. Ha, bildim. Yəni bu bizdə nə oldu? Getdi. Xoş getdi. Buradan silin mi istəyirsən, başın qarışmaz. Maşın. Davay. Bu getdi. İndi bax bizdə növbəti işləyə biləcəyimiz 2 var. Razılaşırıq burayla. Aha. Mən 2-ni götürsəm, bu avtomatik 8 olur da T-dəki dəyər. Razısan? Da. Əla. 8-in bölənlərində nə var? 8, 4, 2, 1. Onda bu 7 olacaq, bu 3 olacaq, bu 1 olacaq, bu da 0 olacaq. Razılaşdıq? Mhm.
Mən əgər bu 7-ni götürmüş olsam, burada game over'dır. Bitir. Və bu 13-ə gəlmir 7-ni götürsəm, 15 olur nəticədə. Bunu işləmirəm. Tamam. 3-ü götürsəm 11 eləyəcək. Bayaqları 5-də də 11 söhbət alınmışdı. Yadıma gəlir, deyirdim 11-də sadətliyə patlayır. Yadıma düşdü. Hı. 1-i götürsəm, onu deyirdim mən. 9 alınacaq. 9-da da sual patlayır. 9, 10, 9-un bölünəndə 9 var. 3 var, 2 var, 1 var. 9-da mən 8, 2, 1, 0-ı götürməliyəm. Mən burada 8, 10 da verə bilmərəm. Bu batır. 2 yoxdur. 2-ni götürsəm yenə 11 olur bu. Burada da bağlanır. Mən 1-i götürsəm bu 10 eləyəcək. 2 yoxdur, 2 yoxdur. 2 yoxdur, yaxşı. Bu bağlanıb, bunu da götürməyə mənası yoxdur. Başa düşdün nə demək istəyirəm? Bura da getdi. Bura da xoş getdi. Buranı da sildim. Buranı da başa düşdün? Hı. Burada bir dənə qalır 1. 1-i götürəndə təzədən 9 eləyir. 9-da da eyni prinsip başlayır da təzədən. İfadə edə bilirəm. Eyni nağıl. Deməli, burada da çörək yoxdur. Razılaşdın? Da. Mən burada 1-i mən burada 6-nı götürəndə, sonra 1-i götürəndə, onsuz da 6-nın içərisində arada qalmışdıq burada. Mən bu 1-i götürəndə bu avtomatik 7-6-ya dönmür. 7-6-da cavab var da. Onsuz da bu T7-dirsə, 7-nin bölənlərin içərisində 7 var. Bu da 7-dirsə 6-da 6-nı birbaşa götürə bilirəm. Bildim indi. Çox maraqlı sualdır. Da. Çox maraqlıdır, həqiqətən çox maraqlıdır. Bunu çox fərqli versiyadaydı İspan dilində. Ciddi dedim, İspan dilindən tərcümə eləmiş. Çox fərqli idi orada. Orada 7 ilə deyil idi. Sən necə idi? Bu 7 yox idi orada, bax bunu vermişdi. Mən 7-ni əlavə elədim ki, sual maraqlı olsun. İspan versiyasında, onu ataram istəsən İspan versiyasını sən. Orada belə gedir. Bu demək olar eynidir bu hissə. Demək olar eynidir. 13 verməmişdi, başqa bir dəyər vermişdi orada. Amma 7-ni belə bir şərt yox idi. İfadə edə bilirəm. Sadəcə o m bərabərdir m böyükdür 0 vermişdi. Prosta rəqəmləri ilə gedir. İfadə edə bilirəm nə demək istəyirəm orada. Bu çox asan idi buna baxanda. Çox asan idi onu. Mən də götürdüm nə etdim? Dedim biraz buralarını dəyişdirərik, qəşəng olar. Məsələn, YG-yə baxıram, İspan kitablarına baxıram, fransızlara baxıram, görürəm ki, yaxşı suallar var onlarda. Biraz tərcümə etməyə çalışırıq. Biraz öz fantaziyamızı qatırıq içinə. Olur nə? Məsələn, bunu mən ruslarda görmüşdüm, amma məncə mənim yazdığım şərt rusların şərtindən qat-qat yaxşıdır. Görmüsən də yəqin bu YG-nin sualların içərisində var idi. FIPO-nun modelində. Baxmamışam. Ya ataram sən istəsən. Mənim yazdığım onların şərtindən qat-qat yaxşıdır. Çünki dövrənin içərisində X var. Onlar yolun içərisində yazıblar. Yolda da təpə-təkrarı ola bilməz. Yəni özündə başlayıb özündə qutaran yol yazmışdılar şərtdə türklər. Türklər nə yazdılar, ruslar. Bizdə miqə də gedib həmin sual. Mənə gəl bu qədər. Necə? Hər çıxışa 5 dənə giriş var deyə də eləmək olar. O məntiqlə də gətir. Sən elə yazmısan? Elə yazmışam, sonra çək eləmişəm ikinci dəfə şeyini. Hər çıxışa 5 giriş var, o da məntiqlidir. Amma mənim dediyim daha rahat deyil kimi. Belə bir şey gedə bilər, mən gözləyirəm. Çox gözəl sual, çox xoşuma gəldi. Özüm yazdım. Hələlik. Hə. Hələlik.